Salamlayıram hər birinizi. Xanımlar və cənablar, Tamatos qonaqlıqda verilişinin 3-cü bölümündə xoş gördük hər birinizi. Bu gün Xatirə xanımın evində qonağıq. Bütün rəqibləri Xatirə xanımı favori olaraq görür. Görək bugünkü çıxartdığı yeməklər, süfrə tərtibatı, aldığı xalla favori ola biləcəkmi? Salam, mən Xatirə Yüzbəyeva, evimə xoş gəlmisiniz, mətbəximə xoş gəlmisiniz. Bugün Tamatos qonaqlıqda verilişinin növbəti rubrikası bizim evimizdə çəkilir. Özümə güvənirəm, inanıram, çünki mənim kifayət qədər təcrübəm var. Düzdür, keçən komandadan gördük ki, təcrübəli olanlar uduzdular, amma mən ümid edirəm ki, uduzmaram, qazanaram, düzdür, rəqiblərim güclüdür, amma yenə də özümə inanıram. Salamlayıram hər birinizi Xatirə xanım mətbəxindən. Xatirə xanım xoş gəlmişik. Xoş gördük. Xatirə xanım elə bir ki, ümumiyyətlə umurunda deyil də ki, bu gün mənim evimdə veriliş çəkilir. Heç həyəcan yox, stres yox, narahatçılıq yox. Bu niyə həyəcanlanmalıyam mən? Mənim rəqiblərim həyəcanlansın. Menümüzü sayaq Xatirə xanım ki, həyəcanlanacaq menü var. Deməli, birinci tomat şorbası, közlənmiş pomidorla. İkinci incə salatı, adını özüm qoymuşam. İstəyirəm ki, qonaqlarım da incə davransınlar bugün. Üçüncü beşamel sosda krep sarma, toyuq və çiyələkli tiramisu. Bu menü ilə qalib ola bilərsən Xatirə? Bilmirəm. Maraqlı menüdür, qeyri-adidir. Milli istəmədim, deyim, hamı milli elədi, bilməyənlər də elədi. Düyün əzabı. Düyünü yaxşı elədilər. Dedim mən bilə-bilə bir dənə səhv nəsə alım, özüm zibilə salmayım. Ona görə getdim bilmədiyim şeylərlə. Avropa mətbəxi. İncə salatı nədir? İncə salatında Heç yerdə yoxdur, yəni. Çox incə məhsullar var. Nə Pinterestdə var. Hara yazsa Özüm incə. bilə-bilə, hə. Axtarıb tapmasınlar. Aha. Deməli, burada qarğı dalı var. Toyuğun Başqa nə qata bilərəm o səfər? Qarğıdalı qatım, toyuq qatım. Aha. qarğıdalı, qoz, nar, şüt, soğan. Yatıb tuttum. Nə bilim, bilmirəm. Bəli, evdə nə varsa onlardan salat hazırlayırıq. Çünki biz praktikliyi nəzərə alırıq və evdə xanımları nəzərə alırıq. Tez hazırlanan yeməklərə üstünlük veririk. Heç nə. Evdə nə ingredient var salatlı ilə? Bəli, İnşallah qalib olarsınız. Heç nə biraz soğuk. Heç Özün qalib elədiyin bu adam sifət var, bu sifət var. salat hazırlaya bilməmişdi. Nəysə. Xatirədən gözləmədiyim menüdə açığı, yəni Xatirədən daha gözəl, daha belə biraz qarışıq, daha biraz çətin menü gözləyirdim. Mənə görə Xatirənin menüsü biraz asan gəldi. Biraz ana yeməyi biraz o da çətin ola bilər. O da yenə Xatirəyə görə asan bir ana yeməkdir. Düşünürəm ki, çox tez bir zamanda bitirəcək bu menü. Ümid edirəm ki, süfrəsində bari bizi bir sürpriz gözləyər. Tomat şorbasını sevirəm. İnşallah ki, Məsnin bizim qarşımıza qoyduğu mərc supu kimi olmaz sonu. Əsas yeməyi heç vaxt yeməmişəm, maraqlıdır. Salatı, incə salat deyə bir salat yoxdur ümumiyyətcə. Bəli, incə salat deyə bir salat yoxdur. Yenə Məsdən nümunə gətirəcəm. Şah badımcanı kimi özündən uydurma bir incə salat hazırlayıb. Düzü mən belə bir menyu Xatirədən gözləmirdim. Çünki mənim Xatirədən gözləntim çox yüksək idi. Baxmayaraq, yəni 12 ildir artıq bizdən də təcrübəli ev xanımıdır. Bizdən də daha çox qonaq yola salıb. Mən daha çətin və daha samballı bir süfrə gözləyirdim. Xatirənin bilirəm ki, bizdən çox təcrübəsi var və düşünürdüm ki, burada mənim əsas rəqiblərimdən biri ola bilər, çünki təcrübəsi çoxdur. Amma bizi yanıltdı menüsü ilə, biz ondan daha mürəkkəb menü gözləyirdik. Amma yenə də düşünürəm ki, bu başamel soslu krep yeməyi biraz dadlı olsa, xalı nisbətən yüksək ola bilər, amma qaliblər sırasında görmürəm. Daha doğrusu namizədlər sırasında. Bu menüdə demək olar ki, hamısını bilirəm. Yeməklərin bir dənə incə salatından başqa. İncə salatı deyə bir salat yoxdur. Hə, özü etiraf edib ki, bir salat yoxdur. Evdə nə tapıbsa
bir qənaətçil xanım kimi evdə nə tapıbsa elə bir salat eləyib. Ola bilər ki, dadlı olsun, amma məncə biraz laqeyd yanaşıb. Xatirə xanım vaxtına Mən start şad verirəm. Buyurun Xatirə xanım, sizə uğurlar arzu Bir. edirəm mətbəxdə. 2 3. Hə, birinci nə hazırlayırıq? Tiramisu. Birinci tiramisunu hazır eləyəcəm çünki soyuducuda gözləməlidir. Şokdayam. Heç kim ağlına gəlir. Səndən də heç nə cüzzətli olmur. Onsuz da bütün gün belədir. Evimizdə hər gün belə yeməklər pişir. Yaxşıqsa. Elə deməyim. Hə. Hə. İlk dəfədir Düzünü de, düzünü. mətbəxi ilk dəfədir belə çıxır. Tabii daha qədər də yox da. Ya, xatirə yaxşı. Əsas odur, xatirə heç kəsin sırqasına tökmə. Boks mənim kimi, heç çox əsərləşdirməsin səni. Bunlardan çox qorxuram. Qalxın. Amansız. Əsas nə deyirlər desinlər, belə gülümsə belə. Necə? Yola dedi. Bu qrupda kim ola bilər? Mehin Xatirə Nəcibə. xanımdan başqa. Uda bilməz yəni. Yoxsa o başqa, o Hə, favorit. onu demə, hə, onu Bəli. demə. Mehindir, Nəcibədir, Həmayel, bu sorum kimdir? Arzu. Arzu. Məncə heç biri. Məncə bu klubda Nəcibə ola bilər. O çünki Qədir həyat yoldaşıdır, ona biclikləri zadə öyrədəcək. Restoran sektoru illərlə. Bir də aralarında ən stresə dözümlü məncə Nəcibədir. Onu özündən çıxartmaq çox çətindir. Yoxsa bu elədir də. Bu özündən çıxdı. bilirsən. Yoldaşımız da fark eder. Bu yerini kəsərsən. Ya məncə hə özündən çıxacaq. Ola bilər bu gün kiminsə başında qabzatsın. O dərəcə. Talih, nə edirsən? Məqsədin nədir həyatım? Gözləri görünməsi artıq. Çıx qıxmadan. Gülür suyunudur. Mətbəxdən çıx, xahiş elə. Ayaq tərəfdən mənə zərbələr endirir. Bu niyə qatdı sevirmişə? Yüzdə mətbəxdə olanda o qədər aqressiv olur. Hə dəymə, hə. Elə bir Talih, niyə yalan danışırsan? elə bir Talih, insanların fikrində məni yanlış utandırsan. Və belə qışqırır və mətbəxdə olanda. Elə bir uran xırda, uran parçalayır. O qədər belə həssasdır yeməkdən pişirir keçir. Talih, yaxşı ki sən deyilsən iştirakçılardan kimsə. Amma dadlı pişir, yalan demir. O yalan. Çox sağ ol da. Allah razı olsun səndən. Axırda sağ olsun. Allah dedi. səndən razı olsun. Onu istifadə eləməyəcəm. Hə. Sarısını istifadə et. Qoy xaladenlikdə pişirərik də, atma heyf. Çıx, xahiş edirəm. Amma dadlı pişir, doğrudan. Təzə evlənəndə çox baxsız, düyülər hamısı yapışırdı və belə mən də məcbur yeyib gülümsəyirdim. Amma illər ərzində doğrudan çox yaxşı idi. Yalan idi. Sizin sayənizdə mətbəxi öyrəndi. Adam Mətbəx mən sirlərini hər gün yiyələm. davam edirsən, hər gün yemək yeyirsən. Deyirəm, insan hər gün belə şey yoxdur. De hər gün yemək yeyərlər. Bu elə həyat var. Deyirəm, insan yemək yeyir. Yuxudan durmuşam, zəhmət olmasa verirsə tərlənmirəm. Mən qəşəng yeməklər yeyir. Talih, bu verilişin yeməkləridir. Sən yeməyi yumurta salacam, yersən ki. Görürsünüz də, veriliş üçün yemək pişirir. Əri aç. Yuxudan durur. İş gücdanca gedəcək əri və belə. Sağ ol Talih, çox sağ ol. Bu yerlər hamısı kəsilsin, xahiş. Dad bidat, dad bidat. Talih bəy sizi gömdü biraz eləmlə. Dad bidat valla. Talih, sən də kinon çıxanda Nə yaşatmısan bu adama sən? Nə yaşatmısan? deyəcəm ki, kinosu əslində bərbad idi. Gəldi. Məndən sonra kinosu düzəldi. Talih ümumiyyətlə karyerasında yüksəlişi məndən sonra əldə edib. Yəni mənim də ora bir qatqım var. Hər bir oğullu kişinin arxasında, Qarşısında bəli. Nə olurdu? bir qadın var. Gör iki qadın olsa nə olar? Və sonra Talihə qoşub getdi. Yəni hara istəyirsə çıxın gəlin. Mən zarafat olsun deyə dedim yəni. Qorxdum, nədir qadınlar? Talih orada şey ki, sən Allah bəsdir. Sən Allah qoy oturaq sər-sər. Lazımdır mən söz söhbət. Yuxudan duran kimi. Talih, çox sağ ol da. Təzdən çıxacaq. Çox əladır. Yəni mən həmişə həyat yoldaşımı mətbəxdə görəndə xoşbəxt oluram. Çünki o çox dadlı yeməklər bişirək. Bütün ailəmizi xoşbəxt edir. Bu gün sənin qalib olacağına inanıram həyat yoldaşım. Çox sağ ol.
Bəli, görmək istədiyiniz ailə tablosu. Gözlərim yaşardı. Şokdayam. Heç vaxt Talihdən belə sözlər eşitməmişdim. Mikserim durduq yerdə işləmədi. Mənim günahım deyil bu. Bilmirəm, nəsə baş verdi. Ay bala, məni pis vəziyyətdə qoyma. Gördün də mən 2 dəqiqənin içində bütün respublikaya biabır elədi. Canım həyat yoldaşım. Evi yoxdur, onda kinosu çıxacaq. Başlamışıq desertdən. Bəli. Çiyələkli tiramisudan. Bəli. Çox vaxt aparan bir şey deyil əslində. Gördüyün kimi yarım saatdır kremini düzəldirəm. Əməli rasxod eləyibsiz yenə. Göstər. Maşallah. Talih bunu alanda belə deyir. 1 kilo ətin. Cəz Talihə də söyləyərsən ondan ki, Talih sənin üçün düzəltmişdim əslində zatları. Çiyələkləri əvvəldən doğramısınız deyəsən. Bəli, çiyələkləri əvvəlcədən doğradım. Limon suyunda və biraz azca su və şəkər tozu əlavə elədim. Gözlədirəm, 20 dəqiqə ən azı qalmalıdır. Aha. Ümumiyyətlə menünüz barədə Nəzbə dedi ki, mən ondan daha belə məşəqqətli, daha keçməkeşli bir menü gözləyirdim. Niyə ki? Həyatım məşəqqətlidir, menüm də məşəqqətli olsun. Yox, Nəcibə gözləmə məndən canım mənim. Hə, dedim biz Çaşo story-də falan paylaşdığı yeməklərdən olaydı deyir menüdə. Story-də nə paylaşmışam ki? Mən bütün gün deyir dadlı yeməklər paylaşır, amma bizə gəlib satanda deyir maraqsız şeylər. Maraqsız? Yəni də asan. O belə gözünə təpib yeyəcək abi, onda deyəcəm ona maraqsız. Yaxşı. Elə şey deməmişdi, özümdən çıxartdım. Hə. Maraqsız deməmişdi. Yəni demiş ki, yəni sadə bir şeylər gətirib qoyub. Yəni deyir çətin. Amma nə sadə deyil burada, heç nə sadə deyil. Deyir bir dənə krep var, o deyir biraz hə çətin ola da xırda. Şale öyrətdi ki mən. Ay, deyib gülürük mətrəfə. Bilmirəm, yəni Rəsul, məncə də bəzi yeməklər çətin, bəzi yeməklər asandır. Mən elə düşünürəm ki, açığı danışaq, salatım və şorbam çətin deyil. Amma beşamel soslu krep sarma toyuq biraz çətin yeməkdir. Çünki etapları var, özündür bəlkə bilirsən. Etap pişən yeməkdir. Onları sonra birləşdirirsən axırda. Bu tiramisu da biraz risklidir. Çünki alınmama ehtimalı, dadı falan biraz qorxuram ki, alındıra bilərəm. Nədən? Hər şeydən. Hazır pendirdir, peçenidir, qoydun üstünə. Sən iştirakçısan, yoxsa aparacaq? Yox, bildim də, yəni nədən qalsın, maksimum nə ola bilər? Heç nə. Maksimum ola bilər ki, kremi tutturmaya bilərəm, su sala bilər çiyələk. Biraz ondan qorxuram. Krem içində diri qalmamalıdır, hər şey, yəni... Heç nə demirəm, susuram. Zəfərsiniz, mən də düşünürdüm ki, tam səmi deyim, mən də düşünürdüm ki, Xatirə xanım burada nə bilməyim, qoyacaq oradan bir qəşək çalafırdan zaddan, nə bilməyim, belə ev yeməyi, belə çox dadlı bir şey ki... Mən özüm milliyə getmədim. Həmişə bunu, belə şeylər bişirirsiniz siz, amma görün yemək necə olur, qonaqlıq necə olur. Bir... Elə bir şey düşünmüşdüm. Bilirsən Rəsul, insanları bəzən təəccübləndirmək lazım. Yox, deyə belə şey. Təəccübləndirdim də. Bəli, yüksək səviyyədə. Mən çox deyəm, ağzım açıq qalpa. İnşallah çatar, Allah sağ qurban olun. İnşallah kremim çatar. 75 saat nə desert eləyib qutara bilməyib. 75 saat. Ay baba çıxdı. Hə Rəsul. Hə. Amma evdə, hər gün evdə yeməkləri sən eləyirsən amma. Uşaqların dayəsi də eləyir, mən də eləyirəm. Çatıra bilirsin amma maşallah. Ev, yemək hazırlamaq, təmizlik, sonra... Çatdırmalıyam da, Rəsul. Başqa variantım yoxdur. Mənim düzdür, anam da kömək eləyir, dayı da kömək eləyir mənə, sağ olsunlar. Dayı nə qaldı da, hə? Yox, həftənin müəyyən günləri olurlar onlar, hamısı olmurlar. Müəyyən günləri mən qalıram uşaqlarla, özüm oluram, evi, eşiyi. Mən ev işlərini... Instagramda necə çatdırırsan mən? Əslində ürəyimcə deyil, Instagrama vaxt çatdıra bilmirəm, rahat Instagrama özümü verə bilmirəm.
Eynən. Sizə də elədir. Məsələn, Instagramla məşğulsansa, gərək başqa bir işlə məşğul olmayasan. Eynən. Amma deyir ki, Eynən. məsələn, Instagramda nəyinsən, Yo, evdən post yo, var. yo, yo. Amma əgər sırf bununla məşğul olmalısansa, gərək digər bir işin olmasın Çox ki. çətindir. Instagramla İkisini- ailəsini birləşdirənlər var ya, ailə vloqları, ev vloqları və Instagramı da ora qatırlar. O çox çətindir. Yəni ki, həm evdə nəsə edirsən, həm də eyni vaxtda çəkirsən, o çox çətin gəlir mənə. Mənə daha çox gəlir asan qıraqda, evdən qıraqda. Evdə çox çətindir. Mən ümumiyyətlə Instagramla başqa bir işlə məşğul olmaq ümumiyyətlə çətin gəlir. Mən özüm işdə oluram, deyilsə Instagramı elə də aktiv istifadə edə bilmirəm. Hə. Ay deyildir bir dəfə adıma düşəndə post ataram, atmaram. Hə. Amma aktiv istifadə eləsən də Instagram yaxşı maraqlı alınır. Bax tərifləyirəm səni. Ya. Görək inşallah. Abunə olun inşallah. Zəhmət olmasa. Adı özü reklam eləmək özü. Oho, Talib bəy xoş gəlmisiniz. Salih çıx xahiş Amma Talib Necə bəy. gəlmişdin Talib Salih? bəy yeməyə bir şey verdi, qurban olum. Yeri gəlmişkən Talih həmişə evdən çıxanda birinci mənimlə məsləhətləşir. Yəni qızlar, mən verirəm bu geyim şeylərini. Xoşunuza həyat yoldaşının sayəsində. Bəli, yollayıram ki. Oho. Şey danışmamız ona səfiş. Hə. Yaxşıdır, düz geldi. Çox düz geyinsən, həyatım. Hə, rəng uyumu, ütüləri də yerindədir. Buradan xət gedir. O oturmuşam, ona görə olub. Corabın Cavabını nə üçün görəcək? şey, ayaqqabı nə rəng geyinəcəksən? Beş. Hamısı bej oldu. Biraz nəsə aksent olsun. Yaxşıdır. Bunlar dəyişir də. Темно коричневый varsa elə giyin. İşinizdən ayaqqabı sor. Maşallah, hep tutan ayakkabındı. Ama Vallahi. bizim aile Balkona çıxmışdım ya 6 dənəsi ordadır abi. Ha, bunlar şeydir, evdə ceylan. Tabii sen evi ki biraz azıcık mani olsan hepsi. İşində çalışıram oyda. Bunu biraz çörək işləyəcək, bundan yeyim. Tabii gidebilirsen. Ümumiyyətlə indiki çiyələlərin heç dadı yoxdur. İnanırsan ki bunu organik adıyla almışam. Eğer Bu vaxt yediyimiz çiyələk var idi, dadı alırdı. İnanırsan Çiyələk ha. dadı. Eynən. O ətir, o dad. Valla, çiyələk ətri deyə bir şey var idi. Gör Özü bundan bunun iyi gəlsə reseptini- atam əhlər. Onun reseptini verən qadın tam vermədi, yarımçıq verdi ki kanalıma abunə olun. Mən də girdim kanala, gördüm yazıb $7. Abunə olmadım. Nə olacaq? Yəni reseptdə özüm davam edirəm. Biz $7 qədər baxırıq. Bəli, $7. $7 Qaşa qədər. $7 versəydi deyəcək. Nəydi $7 kimi? Yox, kanala abunə olmamısan. Sən olandan sonra deyir ki, bəs şeydir. Bu əvvəldə göstərdiklərimin heç birini eləməyin. Başdan belə bir şey. Ha. Hə. Sən eşitmədin nə deyirsən? Başım Deyirəm qaş. ki, kanala abunə olsaydın. Bəli, O qadın da indi şeydir. Çox bilmiş qadın. Düzəldir. Sonra abunə olandan sonra axırı Düzəldir. videonun haqqında baxırsan görürsən Yo, bir şey. yo, düzəldir, ingredientlərin miqdarını demir. Belə deyir, ətraflı şəkildə bilmək üçün zəhmət olursa kanalıma abunə olun. Mən də kanala abunə olum, görüm yazıb $7. Dedim mənim pulum yoxdur. Da o Cəmaət pul qazanır, görsən, yoxsa sən bütün günü pişir, düşür, yaz ora ki. hamısı da pulsuz. Heç kim mənə Vallahi. pul ödəmir. Bu yeməyi bişirdiyimə görə, ümumiyyətlə də ev işi gördüyüm yemək pişirdim, heç kim sənə pul ödəmir. Dünyanın ən naşükür şeyidir, peşəsi, evdarlıq, ev qadınlığı, Vallahi. ev qadınlığı. Evdar qadınlıq. Evdar qadın. Evdar şamı. Hə, Evdar Şamı. Evdar Şamı nədir canım? Cavab ver. Şam ağacının evidir. Bəli, afərin. Təşəkkür Azərbaycanda çox geniş yayılmış bir Bəli. şam ağacıdır. Özüm biliklərimizi burada da göstərək, xahiş edirəm. Amma biliyorsun ki, biz nəsə bilirik. Nəsə qatmaq. O Bəli. deyirlər bizim blogerlər bizə nə qatır ki. Blogerin Bizə belə danışır. bir Evdar Şamı məcburiyyəti yoxdur, nəsə Evdar qatır. Şamı Azərbaycanda çox sıx yayılır. Bəli, Əsasən bəli. Qəbələ. İsmayıllı, İsmayıllı, Qəbələ Qəbələ zonaları. zonalarında. Səhv Biz deyirəm, bunu niyə səhv danışırıq? deyirəm. Sən də biz Qəbələ tərəfdə yox imiş də. Ya Göyçayda da çinarlar çoxdur zaten. Ha. Belə. Bəli. Higiyenə çox önəm veririk. Bunda eləyirsən? Əlimə buna vurdum, amma bu təmiz idi. Buna vurdum, amma O heç də o istifadə edirsənsə vurun. Hə. Bunu neysə, bunu bunu da edirəm təmizini. Ha. Hamının qabağına bir-bir qoyarsan necə? Həyatım, bahalı restoranlarda falan yəqin görməmisən. Mən harda görəm mən. Orada tiramisu böyük bir qabda gəlir Aha. və elə ikram olunur. Mən qonaqlara. deyirəm ki, bunu necə servis eləyəcəksən? qaşıqla götürəcəm, Vallahi. təqdim edəcəm. Zaten o qat-baqat olur. Yəni Bəli. görən də görmə Biz aparmayacağam. nə bilək valla. Ya Allahın adı! Getdi. Ay Allah, utandırma bu bəndəni. Amin.
Talehin bugün bir məqsədi var. Həyat yoldaşına mane Onun olsun. qabın içində eləməzlər ki. Tale... Canım mən Çəkmə. tərk edə bilərsən mətbəx. Çəkirəm. Tale biz уже biabr olmuşuq. Bütün respublikaya biabr olmuşuq. Çəkmir. Sən elədin də, sən elədin. Sən. Maraqlıdır amma gözəl görsənir. Mən çox sevdim, bəyəndim. Bəs stəkanı 4 dənə piçenya qoydular bəyəm. Stəkan mı? Bakala. Bir dəqiqə, burada da baş verir. Əksinə olmalı deyil. Təbii ki, təlim məddəsi olmalıdır, yox? Qızlar evlənməyin. Baxın. Evliliyi məsləhət görmürsüz? Xeyr. Bəs sən onsuz da bu evlənmələrin sayazlarla sən də bir tərəfdən dəstək olma. Sən nümunə verdin də indi hamıya. Nə eləməliydim? Həqiqətləri demək mənim borcumdur. Bəli. Həqiqət mənim verilişimə qalmışdı. Sən rəfiqələrin görək nə qədər həqiqəti deyəcək. Quzu kəsərəm rəfiqələr. Canım rəfiqələr. Dəqiqəmsin dadlı edir. O pendir var ha. Mascarpone, hə. Təli dünən Ət yeyirəm. ona pul ödəyəndə az 2 qala. kilo ət aldı. 2 kilo ət aldım. Sən nə Yarısını yolda saldım. Bu boyda mayonez götürüb gidilir. Dedim o neymişsə? Dedim birdən çatmaz. Dedim çatmaz o mayonezi özün yeyəsin. O yerim. Qoymadı mayonez almaya qızlar. Allah haqqı. Hə. Dedi ki, çox baha, çox pul çıxır. Bir dənə mayonez almışam. Hə. İndi o çatmasa Talib, mən bilmirəm nə olacaq. Da yəni Biraz öz az aqibətində. Al o mayonez. Məhnizi az olmuş olacaq biraz. Sən Allah, buna bax. İndi reklam olmaz. Görməz. Görər də bu nə qədərdir? 4 700. nəfər yemək yeyəsiz də. Ayıbdır, bəsdir. Plus Rəsul. Rəsul da Tez yeyəcək. olsun. Rəsul bir Kişi xeylalları çox yemək yeyir. Rəsul dadına baxmaq üçün yemək. Böyle doymağa gəlsin. Doymağa gəlmirik, hələ bir qaşıq hələ götürür. Yoxsa dadlı olsa gərək hamı ikinci qabı zadı istəyəcəkdi, o var. İkinci qab yoxdur. O sevirəm bu şokolatı. Bu içi vazlaşın olandı, hə. Nəsə bir çay qoyum özümə. Çox xoş. Abi o deyən görüm çay vaxtıdır, deyən görüm. Ömrüm getdi. 2 sezon veriliş çəkəcəyik. Ömrümün yarısı getdi. Qocaldım, reklam eləmə. Deyəcək, onların sizin reklamınıza ihtiyacı yoxdur. Yoxdur. Bəli. Ağ şokolad canım. Hardadır? Bir dəqiqə, ağ şokoladı. Rəndə, o deyir orada, qabağında. O deyir, burada, ala. Ala. Nasıl beni çalıştırıyorsun? Əfruzə, qrupda mənim damcı nələr danışırlar? Qrupda dedilər ki, menüsü 0. Yox, Əfruzə nə danışır? Hə, qızlar nə danışır? Qızlar deyirlər sənin haqqındakı çox asan menüsü var. Yəni bu nədir? Bu nə menüdür? Bununla qonaq mı qarşılayarlar? Ümumiyyətlə salatva dedilər ki, dedim adını özü qoyub. Yəni belə bir salat yoxdur. Mənşəyi bəlli olmayan bir salatdır. Adını özü qoymağı mövzusunda da Mehin dedi ki, bu Məsinin şah badımcanı yadına düşmüşdü. Dedi inşallah sonu onun kimi olmaz. Məsin şah badımcanı eşitdiyimə görə dadlı olub. Məsin şah badımcanı içi dadlıydı, qiymə tərəfi. Hə. Götürüb badımcanları da kər ayağında qızartmışdı. O səhv. Badımcanın da biri bu qaltığında. Başa düşdün? Qalın badımcanlar. Aydındır canım. Ona görə kər ayağında çəkirək özünə. Bildin necə? Hə, düz. İçində qiymə. Ümumiyyətlə badımcanı kərə yağında qızartmaq. Qızartmalıq yağ var da, qızartmalıq. Hə, yağ düzgün var. deyil. Hə. Səhv edib, orada səhvə yol verib. Hə. Eyb yox. Olan işte insan. Bu qaba əvvəl akvarium olaraq istifadə edirdi. Adı qabı təzə almışam. Ucuz idi deyə bunu aldım. Neyim? O birisi bahaydı. Nə alsan 1 manat idi. Hə, nə alsam bilməm. Mağazin. Getdim Vasmoyun bazarına, oradan aldım hər şey. Valla. Ucuz və keyfiyyətli canım. Bəli. Hı, Keyfiyyətli səsindən bilinir. bəli. Bircə saniyə başqa qoyub. Hə. Sonra nə deyir o qızlar? Danış görməyə, əsəbləşir. Qızlar heç nə də, sən menüyü bəyənmədilər biraz. Hə. Amma bir dənə şey deyirlər ki, hə, nə idi onun adı? Peşəmə soslu toyuğundan danışırlar ki, hə, o ləzzətli ola bilər. Yəni onun dadını bilmirlər. Sən də bilə-bilə bu bir neçə iştirakçıdır beləncə heç kimin bilmədiyi yeməyi şey deyir ki, sonra dadında nəsə deyəndə o çox təhlükəli o çox təhlükəli bir şeydir əslində. Hə. Heç kim bilmədiyi yeməyi hazırlamaq. Biləsən.
Niyə? Çünki Nabarodur. Əksinə. Azərbaycan. Allah Azərbaycanca danışmaq istəyir. Məsələ nədir? Bilməyəndə deyirsən ki, ay qız bu belə olmalıdır da. Bildin necə? Nəcibə variantı. Hə. Bir də var ki, bilələr, deyəsən ki, şeylərcən ki, bəs bunun dadı belə Bəs olmalı. bilmə, ona görə bunları seçmişəm də uşaq olaraq. Ne, Məssi kimi biri gələcək, deyəcək ki, düyü yapışmamalı. Bizim qrupumuzda Məssi kimi bir qız yoxdur. Yəni biraz Sizin qrupda Məssi kimdir? Mehin təhlükəli insandır. Hı. Biraz ondan çəkinirəm. Çəkinmirəm, Mehindən niyə çəkinməliyəm ki? Yəni nə barədə? Biraz o rəy mövzusunda biraz sərt ola bilər. Nəcibə sərt ola bilər. Nəcibə də 7 xal verdin, kəstin xalından dediyinə görə, yəni stolda elə dedi ki, keçən dəfə ki, mən xalından niyə az 7 verdim. Nəcibəni əsaslandırmaq istədiyim nə idi? Nəcibə deyirdi ki, Bəs canım mənim Nəcibə, Həmaylın şirniyyatı ilə mənim şirniyyatıma necə yeni xal verə bilərsən demişdi. O ki mənim şirniyatıma bir xal verdi, o bugün görəcək. Yaxşı yadıma düşdü. Nəcibə demişdi onu. Hə, stoldadır, sən orada yox idin. Mən axı onun cavabını verdim oradan. İndi nə düşünürsən? İndi özümüz itdə, heç kim görmür. Ay Rəsul, qurban olum. O Allah eləsin. şeydir, Nəcibənin şirniyyatının da içi kopya Həmaylın şirniyyatının içi kimi qalmışdı. Yəni bişməmişdi tam. Bişməmişdi tam deməyim, belə yapış-yapış. Yəni o biskvit görüntüsündə deyil idi, bildin? Brownie kimi. Brownie də hətta elə olmur da. Hə, yəni ona görə elə idi. Belə ümumiyyətlə dad mövzusunda dadı pis deyil idi. Ona görə mən ona 0 verə bilməzdim, haqsızlıq eləyərdim. Amma eyni değildi də, yəni məsələ odur. Yəni söhbət orada təkcə şirniyyatdan getmir ki. Söhbət orada isti yeməkdə mən bəyənmədim. İsti yeməkdə bəyənmədim. Soğan olmasın. İsti yemək ümumiyyətlə, yəni Şirin. birincisi Rəsul şirin idi. İkincisi mən soğan mənim travmamdır. Mən uşaq vaxtından soğan yemirəm. Hə. Yəni soğanı çıxardırdım yeməkdən. Bildin necə qoyurdum belə boş qabın qırağına, hə. Yəni ki, mən soğan yemirəm. Soğan da lətli soğan idi. Lətli idi. Soğanın dolmasını eləyir. Mən Nəcibənin xətrinə soğanı atdım ağzıma. Dedim ki, qoy şans verim. Həqiqətən. Belə ağzımda xırçılladı. O dad mənim o çox pis elədi məni. Ümumiyyətlə yeləsi deyildi. Dolma yeləsi deyildi. Şirin idi. Sonra soğan xırç eləyirdi ağızda. Yaxşı olardı ki, o soğan tam ölü soğan olsun. Amma olmadı da. Olmadı. Başa düşdüm. Heç nə demirəm. Heç nə deməyə aranda. Eləli tərəfə. Belə də yaxşı da həyatım. Cavan oğlanlara oxşayırsan. Cavan oldu. Hə, belə daha geçəydi mənə gəlir. Belə yaxşıdır. Tali, çıxdı üstə. Diqqətini yandırsan. İnsanlar... Sən verirsən, tat qapıdan. Özellikle. Bak sor. Nə? Verilişi daha canlı edirik də. Bəli. Rəsul nə qədər pul verildi ki, məni burada. Sonra deyəcəklər ki, xatirə yoldaşına görə tərnibdə. Ona görə xahiş edirəm. Xatirə xanımın öz izləyici kütləsi. Məndən çox deyil istəyirəm. Görə tanınmaq olar. Amma deyirlər ki, xatirə Talihə görə tanınıb. Amma halbuki Talih mənim Instagramda heç bir dəfə paylaşmayıb. Nə Instagramda, nə Facebookda. Doğrudan. Bəli, heç o. Mən onu paylaşıb dəstək oluram. O mənə paylaşmır. Yoldaşımın təzə verilisi çıxıb, kinosu çıxıb. Yoldaşınız nə çəkir Xatirə xanım təzə? Yoldaşım yeni bir Insta seriala başlayır. Yoldaşınız kamera qabağında çıxış eləmədən biraz çəkinir ona görə. Yoldaşım təzə Insta seriala başlayır. Aha. Çox maraqlı olacaq. Instagram üçün serial. Nə gözəl, maraqlı. Olub heç elə bir şey? Bomj var idi, bomja oxşuyur. Hə, bomj var idi. Bir qəhrəmandır. Çox olubdur. Belə məsəl. Bu qədər də yəni dal ardıcıl ssenarisi yazılıb, yəni 9 seriyanı birdən çəkəcək inşallah. Sonra böyük seriyalara başlayacaq. Çox böyük serial olacaq. Çox böyük şey mənidir, xronometraj mənidir. Hə, başa düşdüm. Xronometraj. İşləyir, evimizə çörək gətirir. Bəli, işdə həyatım. Bəli. Evimizə çörək gətir. Ona görə sənə reklam eləmir, belə reklam eləmir. Allah ruzunuzu bol etsin. Bu şeylər zətlər, transfer zətlər. Mascarpone.
Verilişimizin baş sponsoru Talih Yüzbəyov. Bəli. 100 Production. Mən səhvəmi fərq edirəm. Fərci var. Aa, varlı gülüş. Şöyle kolay değil. Varlı gülüş. Harda görsən tanıyaram baba. Abalı varlı zat değilsen Allah. Vallahi varlı gülüşüydü baba. O gülüş səndə. Talih spesiallik. Talih bile elə gülür ki, elə insanlarda elə algı yaratsın, amma əslində elə deyil. Göz qaytar sizə. Elə göz qaytarır. Allah. Neyim? Yiyirlər bizi. Gözləri. Başımın əti. Hə, o varlı gülüşü mən bilirəm. Heç məndə o gülüş olmadı da. O güldü O ha. gülüşü yaşamaq istəyirəm mən də. O güldü ye. Hı. Qalinvagen belə getdi. Yaxta düşdü oradan suyun içinə. Başa düşdü. Villa gördüm orada o gülüşdə. Bildin necə? Yoxsa bir də mən gülüm var. Zaporojye. Kredit. Bomuş. Balaca çubuş araq. Varlı gülüşlə kasıb gülüş arasında dünyalar qədər fərq var. Elə mən də səhər kimi gülürəm da. Kameramanımız necə gülür görəsən? Meri necə gülürsən? Yox. Yalan demə, yaxşı gülürsən. Postlarından görəm, maşınlar hamısı. Ne dedi? Dostlarımdan. Postlarından. Dostlarımdan. Hə, Meri təzə maşın al bax. Meri maşını Təbrik var. edirəm səni, ay Meri. Sarcanla. Görsən? Meri canlara dəyən bir qızdır. 5 dənə veriş çəkdi, getdi maşın aldı, görsən? Görsən. Mənə bax. Mən 3 ildir maşınımı dəyişə bilmirəm. Nəysə, Bura gəldim, sağlığına metro ilə kifayət gəldim edir. ki, şey olsun, az yazsın. Sən niyə maşın almırsan görsən? Mənim imkanım yoxdur, kəsmişəm. Sağ ol. Onsuz da alsan aparacaqlar. Hara? 4 ay yıkım aldım. Niyə? İştiraflı, hə. 4 ay yığdım pul. Maşallah. 4 ay yığır. 4 aya maşın Şur almaq. mənim başıma. 11 ildir blog. Kosmosun adı çəksin. Kosmosda nə çəkib? Mobiloqraf işləyir bu, nə işləyir? Təsən verirsən. Sən mobiloqraf kimi götürürlər bunu NASA-ya işə gəlir. Şokdayam. Bu şey bu duruşu göstərim sizə. Təzə mobiloqraf olan qız duruşudur baba. Yok tersine çevir telefonu. Aha, bu da var. Ben madem. Bizim vaxtımızda belə şeylər yox idi. Ben şu video bıraktım. Gözünü tarif verebilirim. Bəli, bilirik. Elə bir nətər bilir, başa çıxır hə belə şeylərdə. Güzel. Aparat gelir diğer telefonla çek. Şokdayam. Ben hamıyım. Mən bildim talibə sizə sarzatdır. Necə başa çıxır hə belə şeylərdən. Deyir görürsən Biraz bilirik. sohbətdir də. İndi Hə, sən nəysə Merini- söz. Deyəcəklər ki, məsciddən sonra Hə. meri üstədir. Mən məsələ heç eləməmişdim. Bax, Nəzbə verişində dedim, mən məsələni heç eləməmişəm, zorbalayıb eləməmişəm. Altına çoxlu komment yazırsınız. Heç məsələsini çıxarmır. Aha. Heç məsələsini çıxarmır. Məsəl durumdan məmnundur, yəni. Məsələn, bizim ümumiyyətlə zarafatlarımız o yöndədir Həm də, deyə. bizim- Verişdə o biraz hiss olunmuş ola bilər. Hələ yaxşı ki, 1% Allah biz eləmişəm. elə zarafatlar eləyirik ki, o Tamam. kim kimlə eləsə qanlı düşmən olar. Amma Vallahi. biz onu zarafat adı altı ilə Qırığım. zarafat elədim də canım. Niyə Hə, deyirsən? elə Hə, zarafatdır. Bu Sadəcə keçən bir sənin mehinlə yaş məsələsi mövzun var idi. O zarafat değildi Uje. O ciddiydi. O ciddiydi məncə də. Orada məsəl Gedər ay qız, bu gözəllik sənə də qalmaz. Yəni hamı bir gün qocalacaq canım mənim. Mehin çox mənəm deməsin. Bir gün o üzə də qırış düşəcək. İndi Bunu biz dedik, Mehin mənim yaşım haqqında düşünməmişdi. Mehin dedi ki, sən işə gələndə deyirsən mən sizdən yaşlı böyüyəm. İşə Yaxşı gəlmə. Mehin. İşə Yaxşı gəlməyəndə elə. deyirsən ki, Allah. mən də sizdən eyni yaşlıyam. Niyə belə mənə qoca kimi davranırsınız? Mən qoca kimi davranmır. Əksinə mən elə davranırlar ki, gəl qoca kimi davransalar. Arada deyirəm, Allah mən yetişmişəm bunların içinə. Talibə sağ olun. Sağ Allah'a ol. emanet. Pul gətir, pul. Evimizə pul gətir, pul. Pula ehtiyacımız var. Həyat yoldaşıma uğurlar arzulayıram. İnanıram ki, ən dadlı yeməklər onda olacaq. Deyiblər ki, çox sadə menyu seçib, elə deyiblər. Denən servisdə hər gün beşamel sosu da deyirdi. Yəni sadə. Yaxşı kimi bişirmir vaks. Hə. Yəni əsas daddır, nə bişirməklə. Piraşki də bişirsə dadlı ola bilər və təsir edə bilər qiymətə. Bəli. Ona görə
Çox stres yaşayıram, ona görə bilirsən Amma ki, stres mən yaşamıram. belə kosmosa Hələ gedirəm. məsuliyyət başqa şeydir, stres başqa şeydir. Mən məsuliyyət istəyirəm. Hə, məsuliyyət istəyir. Ona görə məncə dadlı olacaq. Özün də- İnşallah. Özün də buradasın da qardaş. Həyatım dilən çox üstümə gəlməz. Gəlməyəcəklər. Xahiş edirəm. Zəngərə tapşır. Nəcibədən qorxuram. O bana nəsə aran qata bilər. Qalib ola bilməyəcək. Çalış onu etirarlaşdır. Nəcibə az baxal vermişəm, Nəcibə məni yıxıb sürüyəcək. Eybi yox, qoy tək Nəcibə məni yıxıb sürsün. Siz yeməyi həyat yoldaşım bəyənmişsiniz. Başqaları bəyənməsin. Qəşəng. Bunu da yazın, lazım olacaq. Xatirə xanımın çiyələli tiramisu hazırdır. Bunu beləsinə qoyuruq xaldenki. Üstünə bəlkə nəsə örtürsən orada. Örtəcəm. Üstünə nəsə izad şey hopmasın. Klok keçid. Budur, el satacağam yəni. Hə, çatacaq məncə çatar. Heç nə. Maşallah, yeməyə gəlmirlər ki, bura dadmağa gəlmirlər. Nə üçün? So, buradan da qaşıqlayacaq, hamı Mən qoyacaq qaşıqla qoyacağam hamının qabağına. Allah, super. Bəs salam. Nə edirik indi? İndi salatın ingrediyentlərini, Yadva düşdü. Əslində bəşərəcəm. Əslində qoy. Hə, nə olacaq salatın içində? Salatın içində Yeni intizam verin. Göbələk. Bəs sən heç göbələk. göbələk nədir? Yox, göbələk yoxdur. Bələcək O beşameldədir. Salam. Mən zarafat eləyərdim. Eləmə. Sən mənə zarafatın var. Sən demə. Mən sizin eləyərsə zarafatlar var. Görək yeməyinə tapırıq buradan. Abla yemək yoxdur. Axşamı gözləyin, axşamı. Ay Allah. Deməli, Çay qoymuşdun canım, qaynamağa, nə oldu çay? toyuğun sinə ətini qoyduq qaynamağa. Aha. Bir dəqiqə. Sinə əti deyirlər ona. Nə deyirlər? Mən şəkən salırsan əmiri. Heç ağlıma gəlməmişdi, bax o. Stəkan anı. Kamera belə olur, əsir. Canlarım, Orel Lavrovoy, Dəfnə yarpağı. Keçən dəfə bunu müzakirə elədim verilişdə ki, Nə bunun müzakirə? adı Lavrolisdir də, yəni. Lavrovolis rus dilindədir canım. Mən də deyirəm ki, Azərbaycanca Dəfnə Dəfnə yarpağı. demək biraz nə bilim, qəribə çıxır. Dəfnə yarpağı niyə ki? Yaxşı, Petruşka yoxsa Cəfəri? Keçən dəfə bu söhbəti elədim mən verilişdə. Sən bir söz deyim canım. Petruşka da çox şey gəlir ya adama. Petruşka nə gəlir? Bəzi şeylər var ki, nə edim, ingrediyentlər falan var ki, onların öz adı nə, rusca, ingiliscə. Bizim Elə dilimiz öyrəşib də, ayrısı. Hə, elə daha səmimi gəlir. Hə, Cəfəri deyəndə elə bil ağlıma nə bilim. dilimiz öyrəşib. Ay Allah, ürəyim düşdü. Ay Allah. Qorxdum. Var o. Qorxdum. Eşkimiz bənzərsin çiçəyə. Necə idi mahnı? Yadımdan çıxdı. Dillərə düşsün bu sevgimiz. Nağılda döndüm mən dünyaya. Ay bala, deyən saat Yerə aydan mı gəlmişəm? Mən aydan gəlmişəm. Dırıdım, dırıdım, dırırım. Bəli. Oxuyur. Ayşin Kazımova. Bəli, Aygün. Qabım yoxdur, ay dostlar. Qab yumalıyam. Deməli Arzu da mənə eyni fikirdədir ki, deyir mən də demişdim xatirəyə ki, milli mətbəxdən nəsə hazırlasaydı daha gözəl olardı. Çünki onun əl ləzzətinə güvənirəm. Bir də fona badımcanlı nəsə hazırlamısan. Hətta mən Xatirənin əlindən badımcanlı plov yemişdim ilk dəfə, heç bir yerdə görmədiyim halda. O belə çox ləzzətli idi. Kəşke milli yeməklər hazırlasaydı, amma yenə də baxarıq. Badımcanla Ləzzətlidir. plovu qonağın qabağına qoymazlar. Bu nə idi Arzu gələndə, nə idi, qonaq deyildi. Arzu gələndə evdən nə tapıb onu yeyib. Badımcanlı plovu ilk dəfə də eşidirəm bu. Badımcanı çığırtma edirsən. Aha. Aşın elə bir qarası kimi istifadə edirsən. Aha. Biz uşaq vaxtı mama tez-tez eləyərdi. Ət gündə yemirdi axı ət. Hı. Mama tez-tez eləyərdi. Mən də arada eləyirəm, uşaqlar yeyirlər, bəyənirlər. Mən özüm də çox sevirəm. Məsələn mən plov yeyə bilmirəm özüm. 3 Niyə? qaşıqdan artıq yemirəm. Hə, Mədə əməliyyatına görə. bildim başa düşdüm. Ən ağır yeməkdir deyə. Plov çox ağır yeməkdir. Mən deyir ki, bəs Seyid o mənim çoban salatımla nə işi var? Başını salsın aşağı işini görsün. Yenə mən çoban salatı ilə qalib olmuşam, amma sən bu menyu ilə heç vaxt qalib ola bilməyəcəksən. Belə də ki, yəni mənim digər verilişdə çoban salatı ilə
qalib olmağımı digər komanda yoldaşlarım düşünərdi. Onunla heç bir dəxli yoxdur. O başını aşağı salıb işini görsün, zəhmət olmasa. Onun nə vaxt Mehrin qabaq? bu. Ona heç dəxli yoxdur. Mən keçən sezonu nə etmişəm, nə ağarmışam deyir. Necə yəni? Nə vaxt mənim evimə gələr qabağına çoban salatı qoyaram, onda elə danışar deyir. Necə yəni dəxli yoxdur? Çox Ona gözəl deyir ki, dəxli bəs var. şeydir, deyir ki, bəs çoban salatı ilə mehin qayıbı ola bilirsə, mən də bu özüm quraşdırdığım salatla da ola bilərəm. İnşallah ki, süfrəni daha gözəl etmiş olar. Çünki mən estetikaya, göz zövqünə çox önəm verirəm və inşallah mənim göz zövqümü oxşayacaq bir süfrə hazırlayar. Ay qardaş, O bir zaman- dənə bu salata var, bir də çoban salatını. Çoban salatını mən Mehin. Çox danışma. Yox da indi əgər oturaq düz danışaq. Çoban salatı nə hara? Mənim salatım hara? Mən bax indi qozu xırda-xırda doğrayıram. Ha, bu əmək tələb edir. Qoz doğramaq asan deyil ha, yəni biraz. Nə deyirsən? Çox çətindir qoz Elə bir doğramaq. talih gedib yerinə səni qoyub bəs. Qoz doğramaq çox çətindir. Yox, həqiqətən xırda-xırda doğramağa çalışıram. Bəli. Ha. Arzu da deyir ki, özündən salat uydurub. Deyir, yaradıcı qadındır da, yəni ola bilər elə şeylər. Arzu, səni də görərik. Məndən sonra sənsən, baxacam sənə. Görüm nə edəcəksən. Mətbəxə 2 dəfə girəcəksən, görə nə edəcəksən. Ayda. Amma Arzu da şey da, yəni necə deyim sənə, prinsip halına gətirib elə bilirəm, elə düşünürəm. Arzu, Keçən story qoymuşdu, hazırlaşırdı. hazırlaşır Arzu. Yemək hazırlamışdı, hansı yemək hazırlamışdı? Mən düzünü deyim sənə, mən hazırlıq görməmişəm. Heç nə. Heç nə. Heç nə eləməmsən Hamısını əvvəldə. 2 dəfə hazırlayıram. Ciddən. Allah haqqı. Heç bu yemək, peşəmə soslu toyuq var, 2 dəfə. heç eləməmsən Yox. əvvəl. Oo, şokdayım. Çatdıra bilərsən bəs. Mən Nəcibə kimi deyiləm. Nəcibə aylarla hazırlaşıb. Bütün nəsli Nəcibəyə kömək edib. Qaynana bu tərəfdə. Qaynana, Ana. həyat yoldaşı, ana. Məsi də gedib degustasiya eləmişdi hələ. Satqın məsi. Məsi elə təriflədi yeməkləri. Dedim indi dəhşət bir şey olacaq. Mən soğan dolmasından sirzə gətirmişdi Nəcibə. Hə, Onda yemişdim. hə. Çox bəyənmişdim o Doğrudan. soğan Görsən dolmasını. hazırlaşmaqla deyil əsl. Məsələ nə idi? Soğan dolması bu Padvati. soğanı seçəndə çox lətli soğan seçdiyi üçün biraz Çox şirin lətli olmuş. seçmişdi, hə. Çox lətli idi. Məncə soğan biraz qurumalıdır. Soğan biraz ölməli idi. Burada nə qoymusan? Toyuğu didmək Toyuğun üçün. sinə ətini qoymuşam. Aha. Didəcəm onu. Mhm. Hə, indi qozu doğrayıram. Qarğıdalını əlavə elədim, konserv qarğıdalı. Onu da yəqin ki, gözləmirdi də mənim əziz həmkarlarım ki, qarğıdalını da özüm dənliyim. Hə, ona da bir söz yaparsınız siz. Sizdən hər şey Məsin gözləyirəm. salatı kimi. Hə, məsin salatı necə idi, bilmirəm. Konserv qarğıdalı, konserv lobya, konserv. Məsin verilişindən sonra hamısının qarnı ağrıymış. Doğru. Öz aramızda qalsın. Kim dedi? Qarnı. Qızlar yazdılar, bir gün ürəyi bulanırdı. Aytən Hə. pis idi halı. Sonra bildik ki, məsə yağ, səhv yağ istifadə edir. Onu mən elədim. Hazırlıq prosesində Sən onu gələ deyərdin, Ayrəs. Deməyim düzgün deyil axı. Düzgün deyil, hə, yönləndirmək. Yönləndirməyim düzgün. Mən ona dedim ki, badımcan kərə yağı ilə qızardırsan. Hə, dadlı olsun. Bilmən yox qızart. Həyatımda 2 dəfə balımcan qızardı bu. Mən dedim qızart da. Sən də lazım. Mənə Sənin canında bir sənələr var. köhül olmuşdu badımcan nə boyda. Balımcan 2 dəfədir kərə yağı görürdü. Birinə çox ilgi verəndə. Nəysə. Hə. Şişmişdi. Ona görə şişib də. Kaş Həmalın ıslaq çeşi də şişəydi. İndi olur da, insanlıq hamımızda olur. Məndə də hər şey ola bilər. Həyat. Bir dənə sən yedin, Həmalın ıslaq çeşinə gəlin ki, çox dadlıdır. Yedim axı. Da yeyərsən də üstünə də qoz doğradın, tökdün, nə bilim əlavə süd əlavə Islaq elədin, nə bilim üstünə şey elədin. ıslaq kekindən xal kəsdim də. Nə qədər verdin? Bir. 8. Bir xal verdim. Ümumilikdə 8. Kimlə nə qədər xal gözləyirsən? Yüksək xal gözləmirəm, inanmıram mənə yüksək xal versinlər. Prinsip olaraq. Hə, yəni inanmıram. Gözləmirəm də, düzünü desəm. Elə şey adamlardır ki. Nəysə, sonra deyərəm. Mehindən ən az xal mehindən gözləyirəm. Nəcibədən gözləyirəm ən az xal.
arzudan ən axırda hə. Daha nə oldu, kim qaldı? Ya ardıcıllıqla dedim də sən. Həm ayırdı ki, məndən yaxşı yemək dadlı olsa məndən çox gözəl xal ola bilər. Ay, elə şeyə quzu keçirəm. Bir də Mehin salat temasını danışdım, o dedi ki, 2 xal buradan getdi. Mehin, sən əgər salatı eləyə bilməyib qalib olmusansa, inan ki, mən kosmosa uçaram bu salatla. Az danış. Salatla niyə kosmosu susunlar? Adı şişirtdim də, biraz şişirtdim, abartdım. Türklər demişkən, necə türkçə danışdı. Kosmosa heç dəfə kim uçub? Kosmosa Yuri Gagarin. Laika uçmamışdı. Kim? Laika, it. Like, adı kim dedin də? Mən insan nəzərdə tutdum, elə bildim. Deyir, kosmosa 3 dəfə uçub, Kosmosa yox. katamarandan Azərbaycanlı olub, özdə Rafiq Musayev. Yo, bir dənə Elə bir Amerikalı video var vardı. idi. Neil Armstrong, nə istəyirsən familiyası belə idi, yanılmıramsa. Mən kosmosu çox sevirəm. Görsən necə məlumat deyəm. Bəli. Sevirəm. Oradan özlərini kəşf etsin ancaq elə şeylərdir belə. Yat planetlər, nə bilim kosmos. Kosmos üçün. Heyf biz uça bilməyəcəyik əsas heç. Niyə? Biz öləcəyik. Çox belə ürək dirəməyəsən. Heyf görməyəcəyik kosmosu. Valla. Nə görməyəsən? Rəsədxanaya get, oradan Ayazada bax, bəsindir də. Şamaxıda var ya rəsədxana. Gid oradan bir Ayazada bax, bəsdir də. Sən maksimum nağamaq 2 uşaqla. Bir yoldaşla. Sən də torpaq almaq istəyirəm aydan. Aydan? Torpaq, indi ayda torpaq satırlar. O bələdiyyə satır orada da. Orada ayda kim torpaq satır? Orada kimindir? Almaq istəyənlər var. Qızlardan bəziləri almaq istəyir. Sən bilmirsən? Tanış Maklerzad olsa, geri satır, pul edir. Bizimkilər keçirdi o işə. Bax, qardaş, Marsa 10 dəqiqəlik yoldur. Bax, buradan. Zarafatsız təsəvvür edirsən, orada Hə, nəyə təsəvvür edirsən? ayda zatda yer satırlar ki, qardaş, bax, yerə ən yaxın budur. Allah Allaha. Ay yerə ən yaxın. Həm. Ən yaxşı mənzərə burdan. Allah Allah. Buradan bir də dünyaya bax. Buradan Dünyaya bax. Bax. Dəniz gör səni. Bax. Hə, okeanı görsən, bax o sakit okean. Elə sakit olmağına baxır. Gələcəkdə hər şey ola bilər. Ala bilərik. İnşallah. Biz ala bilməyəcəyik. Biz getdik də. Biz heç burada torpaq ala bilmirik. Qaldı ki, ayda. Biz yeni başımıza ancaq şeylər gəldi, Quran anlasın. Niyə? Nə pis şey? Bizim yaşda, yaş. Karantin gördün, müharibə gördün, zəlzələ gördün, zəlzələ gördün. dost xəyanəti gördün. Başqa xəyanətlər gördün. Canım rəfiqələrim. Hər şey Yox, gördün də. güclü olun. Həyatdır bu. Niyə cırılır? Balaca razmer almışam, öz razmerimi almamışam. Onu üfür də buradan. Mən də bildim, mən eməm. Sən demə, əllərim em deyil. Əllərim eldir. Pudra dedim, yeməyə pudra keçər də. Hə. Nə gördün? Nə ilə muhtaçdır o heç nə? Hə. Hə. Rəsul danış, nə vaxt evlənirsən? Sən nə vaxt evləndin? Bir dənə gözü buranı saxla. Rəsul subaydır. Buranı saxla, evlidir. buranı Niyə saxla buranı. Xeyr. Saxla, ay dədə, vay Xahiş nənə, edirəm. vay ya. Biri ilə 2 kəlmə söhbət eləməli deyil. Neçə yaşın var? 31 yaşım. Rəsul, mən sənə Ay, bir də gözlə də bir nə Rəsul, olur mən və? sənə nə vaxt demişəm evlən? Sən bayaqdan deyirsən ki, evlənməyin, at kişi zat belə elə. İndi də qızlara deyir, oğlanlar Oğlanlar bu evləri bədbəxt olsunlar, amma qızlar yox. Oğlan da kimləsə evlənməlidir də. Yəni bilsən də qarşı cins olmalıdır. Niyə ki? Bunu da sil. Bir-birinizlə evlənin, nəsliniz tükənsin zatda. Rəsul, sən uşaqların qəşin olacaq, saçları azadı buruq. Qıdriyaşqa belə. Hə. Bir də olmadı. İnşallah. Bizə keçər uşaq. Buruq. Keçər ən uşağım olur. Arvadın keçər olsa olacaq. Arvadın keçər olsun. Xatırə, bu nə? Sən bankdan ısmarlayırdın bizə, ay əprizdə. Sən elə söz dedin. Telefonumu ver, telefonumu. Elə dedim, Eri. Dedi, şey Pulum yoxdur. Bilmirəm, bunlar Talih gedib pul qoymayıb mənə. Onun mənə heç bir dəxli yoxdur. Biz hansı evə gedirik, biz Bayaqdan talih yeririm deyə yeməyimiz, içməyimiz yerində olmalıdır. Videoqrafda aparıcıdır, bir kartımı də atacaq. təşkilatçı dəstək. McDonald's bahadır da biraz ucuz şey seçin. Nə bilim, bax da. Qızı sən bura necə almışsın? Tost Pizza verir, hə. Özüm zakaz edirəm. Az yaxşı deyəm. Şey də eləyə bilərsən, nə bilim, Niyə danışıb?
şirniyyatımız hazırdır. Qoymuşuq holdingdədir. Bu Soyuducudadır. Soyuducudadır, bəli. Bu krepimizin xəmirini hazırlayırıq indi. Nə gözəl çıxır, nə gözəldir. Bunlar niyə ortası belə olur bəs yaxşı? Xəmir şey olmur, düzəldirəm. Hə. Bu necə bir formada olacaq bu? Bu krepin içərisində indi mən toyuq əti, özdə mən toyuğun sinəsini eləməyəcəm bunu. Bu dibi ilə eləyəcəm ki, daha dadlı olsun. Bu dibini qovuracam soğanda, göbələklə, qaymaqla, üzərinə beşamel sosu əlavə edib, Beşamel sosunla onu hazırlayacam. Bəli. Belə Gözəl. Belə krepləri hazırlayım, qoyum, keçirəm içinə. Necədir? Əla. Sən Allah əlini tiki zat düşər ehtiyatlı ol. Adın düşür. Baxıram da görüm necə pişib. Nə maraqlı görsənir. Hay, hal olsun. O hazırlaşmadan eləmədən. Belə demək desert hazır. Salat. Ora bax. Ora baxmadın, aç bax. Çox Bunu yaxınlaşma. gördüm bayaq doğrayanda. Çox yaxınlaşma. Aça bilərəm də. Aç bir də yaxınlaşmam səni par vurar. Qoxusunu hiss elədi. Vurdu par. Nə gözəl görsənir. Suf da demək olar hazırda. Bunu bir də Blenderdan keçirdib qaymaq qata bilərəm. Qatmaya da bilərəm. Baxacam turşdursa qatacam, turş deyilsə qatmayacam. Sufu da hazır demək olar. Yəni sufun əsas xammalı Şorba. hazırdır. Şorba üzr istəyirəm. Xahiş edirəm Azərbaycan dilinin qaydalarına riayət edək, sevək və istifadə edək. Oldu. Bu niyə belə oldu? Bu Çin şey oldu biraz. Üzr hesab edin. Tamam. Yapon. Aycan. Ada əlləmədə əlimi vurmadı mənim yeməyimə. Xalımı kəsəcək. Mən kimə çox xal verim deyirəm bu veriliş. Əşi mən bilirəm sən kimə verəcəksən xal. Kimə? Nəysə. Susuram. Kimə? Nəysə danışmıram mən. O mən deyirəm. Onu 100% bilir. Ədalətsiz davrandığımı düşün. Keçən verişdə bari ədalətsiz davrandım səncə mən? Xatirəm. Amma tam səmimidir. Mən sənin xal verməyi izləməmişəm. Aha. Yəni xal vermə prosesi mənə biraz uzun gəldi deyə ona baxmadım. Neçə qısa verib mən? Nəticəyə baxdım. Bir də yazmış ki, Rəsul Cümdən 6-cı seriya çəkərdiniz də bu qədər danışır. Hə, 6-cı Hə, 6-cı hiss. şey baxdım Rəsul. Yəni nə bilim, bilmirəm. Danışmaq Deməli. Xalda Mehinin ümumiyyətlə salatını eləmişdim, 0 vermişdim Mehinin salatına. Çünki salatı düzəməli. Doğrudan 0 vermisən? Ha. Bilmirdim, baxmam. Mehinin salatına 0 vermişdim. Aytənin supu ilə yeməyinə 0 vermişdim. Yox, yeməyinə 1, supuna 0 vermişdim. Aytənin şorbası pis idi. Şorbasından tüy çıxmışdı. Şorbasına 0 vermişdim. Doğrudan şorbadan çıxmışdı tüy. Hə, bir də dekorundan. Dekorundan, hə. Ay Allah, Allah iraq eləsin. Ay Allah, sənə qurban. Bunların cəmində elə bir ki, Mehin qalib oldu. Bildin necə? Bəs Nigar Fərzəli? Nigar Fərzəlinin stola bakalları qoymaq yadından çıxmışdı. Sonra bakalları gətirdi, hamısı çiy, ləkəli bakallar. Süfrənin üstünə Yəni qoyduğu... deyirsən ki, onların yanında toya getməli Mehin idi. Süfrənin də üstünə qoyduğu lampiçkaların üstündə bu boyda toz var idi. Sivrizin bütün tozu oradaydı. Dənizin qumu vurub da, pəncərə açıq olub, dənizin qumu vurub. Bəli. Varların da belə dərdi olur da. Dənizin bir külək bizim də evimiz olsun, razıyam, toz olsun. Alhamdulillah. Neysə. Hə, beləsinə də bildin necə? Bildim ay Rəsul, səni qınamıram. Yəni məncə obyektiv olmusan sən. Yəni ki, mən inanıram ki, sən həqiqətən bu zarafatı qoyuran bir qırağa, mən inanıram ki, sən ədalətsiz davranan bir insan deyilsən. Bəli. Və ona inanıram sənə. Həqiqətən eləyəm mən. Hə. Çünki sən neytral olduğunu da hiss edirəm axı. Hiss edirəm ki, sən neytralsan. Yəni heç kimi ayırmırsan da bir-birindən. Onu hiss edirəm. O çox yaxşı bir şeydir. Yəni yaxşı ki, sən aparırsan bu işi. Yataqlıq. Level bilməm kaç. Çox demir. Mən 30 ildə belə tərifləyən olmamışdı. Bəy tərifi. Allah haqqı. Krepləri çox edirəm çünki heyətimiz üçün çiyələk cemi əlavə edib. Ya. Bəli canım. Mən beləyəm. Mən beləyəm. Məsin Mas. Mən beləyəm. Evcinin nifrəti. Məsin nə desəm o mahnını oxuyur. Deyir mən beləyəm.
O vaxt Mərc show var idi, yadına gəlir, arxasında 4 dənə oğlan dururdu. Mərc Mansı yadında deyil. Mərcələ ki, udasan, mərcələ Hə, qazanasan, ayda zor mərcələ ki, idi amma. udasan, mərcələ qazanasan. Çox zor o proyekt Bizim- idi. Biz cavan vaxtımız, mənim uşaq vaxtlarım var idi. Hansı ki, bizim mənim uşaq də- vaxtlarımız. Mənim də uşaq, hə, məndə də Ayda, uşaq. necə hamının televizora falan bir marağı var idi. Klon Allah. serialına baxırdın. Hə, bax. Hadi, Zurayda xala. Hə. Elə bir şey, eyni saatda hər kəs evdə olurdu, seriala Sonra baxırdı. şey var idi, Natalya Arera, Diki Angel. Na 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 na. O nədir şey? Deyəsən onda mən sənin yaşın Neçənci yaş fərqimiz burada bilinci. Hardan gedirdi o? Hardan yayınlardı? O Rus kanalından gedirdi. Yəqin sən Rus kanallara baxamsan, Rus dilini yəqin bilmirsən onu. Hə, ola bilər. Bilmədim necə öz yaş şeyimi O bastırır. RT-dən gedirdi. Hardan gedirdi? Hə, bilirsən ha. Yox, yəni sonradan bir yəni nostaljik şeylərin içində bildim ki, nə idi biz. Hə. Hə. Sonra nəyə baxırdıq o vaxtı? Şey var idi, Mehriban Düşmən. Ay Allah, yenə bunda bu da baxmıram. Mən heç şeyə baxmamışam. Armageddon var idi, Titanic var idi. Titanic-in də var. Titanic bizim mənim uşaqlığıma düşüb. Sənin nə evə düşüb? Titanic mən indi İsrail gündə verilişlə baxırdım. Baxırdın? Sən bilirsən ki, Titanic Oscar'da ən pis kino nominasiyası alıb, Titanic. Niyə? Yox, bilmirdim, amma bu maraqlı idi mənim üçün. Mən bilmirəm o kinonu niyə bəyənmədilər, niyə Oscar vermədilər ona. Heyfdir o kino. Azərbaycandan inşallah biləndə bir kim alacaq Oscar-ı inşallah. İnşallah, ona görə gözləyirəm. Bütün gözümü tikmişəm, bütün həyatımı baxlamışam bu Oscara. Gələn kimi aparacam, çuma satacam. Oscar-ın üstü qızıl deyil. İçi qızıl deyil. Hə, onu nə edirəm? Almasın Talih. Reklam çəki qazandı. Vallahi da. Zarafat edirəm. Oscar Təsəvvür da gətir, gəlir, Oscar. Talih gəlir evə ki, Oscar yoxdur. Deyirəm, Oscarımız yoxdur, zato yeməyimiz var. Bəli. Yağımız, balımız, Yağımız var. Uşaqların ac deyil, yeyirlər. Mən Şey, sabun bizim də- bişirməyəcəm. Hə, Talih, kopya Talih, Mən kopya sabun Talih cəbişdi, mən də onun arvadı. İlan balığı, ilan balığı. Sən də ilan balı satan. Ay kız götürsən, aç sən bilvi. Ay Rəsul. Ən sevdiyim filmlərdən biridir. Bizim Bir də o, uşaq. bir də Şərikli çörək. Çəksin. Uşağın son gecəsi də gözəldir. Möhtəşəmdir o da. Söhbət ümumiyyətlə- statistikada da elə. Söhbət minimal Minimal olmaqdadır. Yes. Bu yaxınlarda şeyləmişdi, tarixi fikirli olmaq. Gedmişdi. Ayda, hə. Nazan elə nostaljiyə büründüm orada. Cidden bax sənə danışdım, mən nostaljiya büründüm. Mən heç bir verilişdə beləsinə eləməmişdim. Xatırlamısan neçə yaşındaydın? Soruşma. Yaşımı qadından yaş soruşmazlar. Çox böyük etikasızlıq, mədəniyyətsizlik hesab olunur. Yaxşıda da bir abartma, nə qədər dedin, neçə yaş var? Deyim sənə ömrümün baharındayam. O eləyir 35. Biraz da üstünə gələ bilərsən. Neçədir doğrudan bilmirəm. 40! Doğrudan. Əlcək! Vallahi. Sentyabrda 40 yaşım olur, bəli. İnşallah. Mən başımı qatırsam mən yemək bişirə bilmərəm. Bunu bilə-bilə edirsən. Mən Tapşırıblar 9 il, 9 il aramızda fərq var. Kör. Ona görə xahiş edirəm. Mən ola bilər. Özünü Yaxşı, mən maksimum şey deyim. Teletalin verişi var idi. Qaydıram dala da. Teletalin verişi var idi, Azər axşam aparırdı. Ona kimi bilirəm. şey verişi vardı, nyam. Ne yapıyorsun şu? Nyam nyam. Heç kimi mən bilirdim, o da oradan personajdı. Sonra bildim ki o əldi. Mən də keçən cümlə bildirmişdim onu. Nyam nyam. Ay qız, bizim necə saf vaxtlarımız olub, fikir verirsən. Ne yapıyorsun şu? Nyam nyam. Gülşən Qurbanova var idi, Allah rəhmət Ayda, Allah ona Qaynar qazan. Qaynar Bəli. qazan yadımdadır. Ayda, Gülşən çox sevirdim hemen. Eynən, çox Ha. həqiqətən çox yaxşı qadın idi. Şey var idi. Allah rəhmət eylesin. Ailə sevinci lotereyası. Bir dəfə Altı udum adında xətt olar. aşağıda. O vaxtı hamı belə gedirdi, köklənirdi, evdə otururdu, axşam yeməyi yedi, elədi. Otur televizora falan baxdı. İndi hərə bir tərəfdə. Ayda, hə, vallahi düz deyirsən. Cidden. Niyə belə oldu ay Rəsul? Hə. Əvvəl nə bilim, cəmaət yay olurdu, gəlirdi rayonun uşaqlar, nə bilim. Telefon bütün bizim internet həyatımıza girdi də. Aynen. Bütün İndi məlumat. gələcək nəsil nə qalacaq? Nəyinə? Gələcək nəsil ümumiyyətlə sənə bir dənə söz deyim, heç kim bir-birindən danışmayacaq. Heç kim söhbət eləməyəcək. Hamı özünə qapanacaq. Yəni qapanıq bir nəsil indi formalaşır.
Çox təəssüflər olsun. Amma sənə bir dənə söz Niyə demək əcələ istəyirəm. işləmirsən? Ay çaşqındır. Hə. Hər şey mən deməli deyiləm də. Hə. Ümumiyyətlə mən sənə bir dənə başımı qatdım da. Sən bilirsən nə onda nələr var sənin. Ümumiyyətlə bilirsən ki, autizm get-gedə artır da. Bəli. Yəni mən elə düşünürəm ki, insanların gələcəkdə əksəriyyəti autist olacaq. Mən olaraq biz siz nəyə soruşmaq Çünki istəyirəm? statistika günü-gündən artır. Ona görə. Yəni Allah göstərməsin. Təbii ki, inşallah bir əlacı tapılar. Mən özüm ondan əziyyət çəkirəm. İnşallah. Hə. Amma yəni get-gedə artır və bunun da səbəbi insanların bir-birinə az ünsiyyət qurmağıdır məncə. Çünki səbəb tam bilinmir əlbəttə, amma ünsiyyət lazımdır mütləq. Biz nə soruşmaq istəyirdim sizdən? Haycan. Danışın. Necə indi təzə yaranmış xəstəliklər var. Məsələn, deyir ki, birinin uşağı SMA xəstəsidir. SMA, hə. Hə. Bu xəstəliklər əvvəl də olub, biz bilməmişik adını, yoxsa təzə yaranan xəstəliklərdir bunlar? Əslində autizmi 1970-ci illərdə biliblər və bunun fərqindəliyi. Amma bu termin təzə daxil olub. Bu fərqindəlik, yəni bu insanlar ruhi xəstə deyil, fərqlidirlər. Hə. Sadəcə hər şey fərqli görürlər onlar və fərqli qəbul edir onların duyğuları fərqlidir. Hə, amma bundan əvvəl o ruhi xəstə kimi olub autizmlərə, ruhi xəstə kimi baxıblar. Bəli. Amma indi məsələn bəzi autist uşaqlar var, onlar universitetdə oxuyurlar. Mən keçən dəfə biri ilə tanış oldum. 19 yaşı var idi. Ada Universitetində IT mühəndisliyi oxuyur. Nə gözəl. Bəli. Yəni var. Musiqiçilər var. Çox, yəni onlar ruhi xəstə demək olmaz axı. Əlbəttə. Allah hamıya şəfa versin. Şey var idi, Mucizə doktor var idi, xatırlayırsınız? Baxmamışam ona. Biraz mən elə kinolara baxa bilmirəm. Rəsul kövrəlirəm özüm nasıl deyil. Çalışıram baxmayım. Bir dəfə bu şeyə baxdım. Aras Bulutun oynadığı kino adı nə idi? 7-ci koğuşdakı Mucizə. Məhv oldum. Möhtəşəm kino idi o. Yəni mən məhv oldum. Ona görə özümə dedim ki, xatirə baxmışdım onu, ağlamışdım. Baxma. Sənə təsir edir, baxma. Neymar story atmışdı onu, söyləmiş. Neymar var futbolçu, hə. Ağlamaq emojiləri ilə story atmışdı. Əslində bilirsən də o Koreya filmidir. Hə, bəli. Amma Aras da gözəl oynayıb. Allah var. Möhtəşəm aktyordur. Ən sevdiyim aktyorlardan. Gözəl oynayıb, həqiqətən. Yəni həqiqətən mən vallah. Yəni Arasdan xoşum gəlir. Bir dənə də aktyor var, adı biraz çətindir. Dərzidə oynayır, Çağatayla. Nə idi onun adı? Dərziyə baxmamışam. Əslində yaxşı serial deyil, güclü serial deyil. O aktyora görə baxırdım mən. Çünki aktyor çox güclü aktyor idi. Ona görə baxırdım. Çağatay da belə də yəni. Eşrəfdək. Bəh. Nar əlavə edirəm salatımıza. Deməli salatımızda qarğıdalı, konservləşdirilmiş toyuğun sinə əti, qoz, nar, indi hal-hazırda mayonez əlavə edəcəm. Bir də göyərti var. Şüd, bir də yaşıl soğan əlavə edəcəm. Burada da yeməyim hazırlanır. Əsas yeməyin, ana yeməyin içliyini hazır edirəm. Ayaqlarım ağrıyır, tabanlarımın altı ağrıyır, ayaq üstünü dayanmaqdan. Bir də kürəyim başladı ağrımağa indi. İndi başladı. Oturmur çaydan zatdan çıxmışsa da bəs bu qədər. Eləmirəm, qalsınlar aç. Şah. Bu əsas ana yeməyin içliyidir. Hələ tam deyil də, hazır deyil, pişir. İçli qab. Bəli, artıq bütün yeməklər hazır. Bu nədir? Əlavə yemək hazırlayıram. Bunu niyə? Bunu türk sayağı plov edirəm. Şehriyeli pilav deyirlər buna. Yumru düyünlə olur. Bu krepin yanında qarnir kimi verəcəm. Amma belə planda yox idi. Bu əslində ağır yeməkdir. Düşündüm ki, ehtiyac olmaz. Sadəcə qızlara görə birdən istəyərlər deyə əlavə edirəm. Nə gözəl, nə maraqlı. Bütün ümumiyyətlə hər şey hazırdır. Hər şey hazırdır. Şorbam hazırdır. Tomat şorbası. Nə gözəl. Aha. Bu isti yeməyin içidir. Qızlar gələnə yaxın hazır verəcəm fırına. Hər şey krepi də hazırdır.
fırına nə idi? Sobaya verəcəm. Sobaya. Ha. Aha. Şirniyyatım hazır, salatım hazır. Sadəcə ikram olunacaq da, yəni süfrəyə veriləcək. İndi plov eləyirəm, Nə gözəl. pilav eləyirəm. Nə Türk gözəl. sayağı. Mehin deyir, dayı o eləyəcək də biz eləyəsi deyil ki. Mən dedim ki 2 saat qalmışdı hələ vaxtına, bitirib hər şeyi. Deyir 12 ilin arvadıdır da o eləyəcək. Bu menü ilə bir zəhmət təbii ki 2 saat qalmış bitirərdi də yəni. Xatirə bitirməyəcəkdi, biz bitirəcəkdik. Mehin də dəhşətdir, Allah O Allah. Aytənə də demişdi, 7 ilin arvadı sən eləməli idin. Mehinlə dava edəcək deyəsən. Nəsə elə hiss edirəm. Hiss edirəm ki, yaxşı olmayacaq dava. Hə, deyim 12 ilin arvadıdır da. O eləməlidir da biz eləyəsi deyilik. Arvad yox, qadın. Qadın. Sən bilsən arvad sözünü çıxardıblar leksikondan. Azərbaycan leksikonundan çıxardıblar. Doğrudan? Hardan aldın bu? Mən Talih dedi mənə. Mən də şoka düşdüm. Arvad hardan gəlirdi ki bizə? Arvad şey sözündən deyəsən, ərəb, farsdan gəldi, bilmirəm. Avratdan zatdan gəldi 100%. Nəysə, biz bu gün çox bilgi verdik, nəsə elə bilən. Bu gün bilgi dolu oldu da. Eynən, hə. Bu gün Eldar Şamından tutmuş şeyə kimi danışmışlar. Galaktikaya kimi danışmışıq. Ay, maraqlıydı amma rəsm. Cidden, mən də xoşuma gəldi, Mən həqiqətən. də həzz aldım. mən Həqiqətən də heç cidden. belə özümü stressdə hiss eləmədim sayəndə. Təşəkkür edirəm. Yaltağım bilməm. Şiir niyə burada gəzir orada otaqda? Hələ belə qoymuşam hər ehtimala. Birdən lazım olar. Bəs masa düzməyi başlamaq istəyirsən? Başlaya bilərəm əslində də. İndi bunu bitirim, pilavı hazırlayım. Heçsə, əla, gözəl. Arzu deyir, kaş mən o birisi qrupda olaydım deyir, bura mənim üçün kurtlar sofrasıdır. Arxa falan Arzu hamısının şey manası gəlir. Arzun sözlərinə çox inanmaq olmaz. Arzu, yəni nəysə. Altdan. Keçən onu Nəcmə demişdi Arzu haqqında ki, Arzu'nun belə danışmağına baxmayın, altdan o şey eləyir, saman altına su Allah yeridir. bilə o hansısa bir şefin yanına gedib indi hal-hazırda masterclass alır oradan. Mən ondan hər şeyi gözləyirəm. 100% o hazırlaşır, özün nəyi var? Hamı onu deyir. Hamı Arzu haqqında onu deyir ki, 100% hazırlaşır. Bilirəm 100%. Prosta özünə elə aparmır, göyə ki hazırlaşmır, amma yeməzlər canım. Şəhriyə. Son 1 saatımız qalıb. Əlavə düyünlə falan şeylər deyil. Hazırdır. O da hazırdır hətta. Amma indi sənin masa dekorun qalıb. Masanı dekor edirəm ha. Əynivi dəyişməlisən. Hər şeyin hazırsa Hər şeyin çatdıra hazır. biləcəksən. Ha. Bir dənə onlar qalıb. Qapqacağı yığacam ha. Təzə alıbsan bunları. Təzə almışam, Təzə ha. qonaqlarına görə alıb. Ay Allah. Rasxod eləmişəm, dostlar. Hoppa vermə orada. Maşallah, maşallah. Zadəcan Yığışdı. ailəsi. Möhtəşəm. Heç sən belə baxıram ki, bir saata masa dekorla əynivi dəyişməyə maksimum sənin yarım saat sərf eləsən. Hə? Ha. Elədir. Hazır. Heç sən oturub çay falan da içə bilərik. Bütün qonaqlara da demişəm ki, 2 saat qalmış, hər şeyini bitirib. Əlavə elədim də sadəcə. Bəli. İnşallah ki bəyənərsiniz. İnşallah. Kimə pis fikir deyəcəm ki, sevmədim fikrini. Bəli, artıq vaxtımız yekunlaşır. Son 2 dəqiqəmiz qalıb. Vaxta stop deyirəm. Heç bir iş görə bilməzsən bundan sonra. Hər şey yerindədir, hər şey çatır. Eləyirəm hər şey. Supum. Supum, nə supu? Allah. Ay xoş gəlmisiniz. Canlarım. Bu necə qarşılanır? Yalançı öpüşmə deyə. Doğrudan öpüşmür. Necəsən bacı? Yaxşılıq yoxdur. Korktuğum insan. En son korktuğum insan. Xoş gəlmisiniz. Həmişə siz gələsiniz mənim evimə. Evimin ən sevimli qonaqları. Gəlin mənim əziz qonaqlarım, canlarım, ciyərlərim. Buyurun, gəlin keçin. Sadə. Az uzaqdan görmüsən də. Mən deyəsən buranı bəyəndim.
Mehin uje neçənci dəfədir öz yerini verir. Alın. Siz necə çəkiləsiniz? Belə. Necə soyuqdur. Salam, xoş gəlmisiniz xanımlar. Xoş gördük. Xatirə xanımın evində. Buyur, qonaqları salamla. Salamlayıram qonaqlarımı, evimin sevimli qonaqlarıdır, sevimli dostlarım. Xoş gəliblər, səfa gətiriblər. Xoş gəlmisiniz. Qonaqlar yoldan gəldilər, istəyirsən şorbanı təqdim edəyək. Bəli, edək. Siz şorbanı təqdim edeyim, mən də masadayam. Tamam. Xanımlarla sizin masa dekoru haqqında danışım. Tamam. Biraz. Masanın. Dekor var, nə haqqında danışırsın? Kimin qabları idi? Nəcibə. Ona bir tadınız varsa daha yaxşı olar. Xanımlar masa dekoru barədə nə deyə bilərsiniz? Kim başlasın, kim başlasın? Dekor görə bilmirəm. Aha. Yola verdi olur elə. Canının dərinə gəlsinlər bir dənə gəlsin. Bunları Bunu yığıb aparmalıyam, değil mi? Padnos istifadə edəcəm. Həyəcanlı deyil. İllərin təcrübəsi olan. nə deyə bilərsiniz? Nə deyə bilərsiniz bu məhsulun? Ümumiyyətlə hazırladıqları sizə turşudur, nə bilim Danışmışdım, mən zeytundur, Gözlədiyimdən pendir tabağıdır. Pendir var. Pendir Var. var. Pendir də o. Elə bildim turşuq yar deyə. ananas deyil. Yəni gözlədiyimdən çox aşağıdır. Çox aşağıdır. Yəni sanki qonşularına bir qonaqlıq verir. Yəni bir yarışmada deyil. Bu yeməklər, nə bilim, pendir, tabaq və s. onları dəyərləndirmirəm. Onlara onsuz da xal vermirik. Amma masa biraz özənsiz olub, qızlara qoş vuram. Daha fərqli bir şeylər eləyə bilərdi. Ən azından bu Bunu dərib görəsən. 2 dənə gül belə ləçələyib belə ortaya töksəydi. Talihə də çağırsaydı romantik şam yeməyi. Bütün fikirlərə qoşuluram, çox zəifdir. Xatirə ümumiyyətlə başından məncə bu yarışmanı belə laqeyd davranır. Ona görə bunlar hal-hazırda həm menüsunda, həm də süfrəsində bu yansıyır. Bilmirəm ciddiyəmi almadı, yoxsa əhəmiyyətmi vermədi. Mən bu qonaqlara da qarşı bir hörmətsizlik sayıram. Çünki hər edilən kiçik bir detal, kiçik bir jest qonaqların nə qədər istədiyini göstərir, bizi istəmədi. Düşünmeye başladım. Güney gül gəlsəydi belə Güney rahim gəlsəydi belə olmayacaq. Yəni çox Ayrı vaxt bundan yaxşı eynən. dostlarına, rəfiqələrinə, biz digər. 2 saat artıq qalmışdı bəs. Oturdu neyi yaptınız? Meşhur elə kahve misiniz? Gəlsin o sual verəcəyim ona. Sadə qalıb digər gördüklərimizin yanında. Oha. Bu sosdur. Oha. Bu çistə pastanın sosu var, çaşıyor. Çox qatı. Çox qatıdsa içinə çörək doğrayın, biraz durulsun. Pendiri qırağa çəkib elə də baxacam görüm. Mənə elə gəlmir. Çox qatıdır. Bir də pendirsiz yoxlanmır. Bir də Buradan. qırağa çəkirəm və düşünürəm ki, bəlkə Mən pendir qatılaşdırıb, amma xeyr, özü qatı. Tomat şorbasını, bu közlənmiş pomidor şorbasıdır. Suxari ilə yeyirlər, ona görə sizdən suxari də gətirmişsiniz əvvəla. İstəsəz yersiniz. Çox sağ olun. Mən əlimi dəyişim gəlirəm. Közlənmiş pomidor şorbası ilə bildiyimiz pomidor şorbası fərqli şeydir, yoxsa eyni? Çox düşdü. Doğrudan. Hə, birinin pomidoru belə közləyirsən, Bu közlüyü. Elə bil elə pomidor deyil. şorbasının dadı gəlmir. Digərim. çiğ halda. Mən ilk dəfə közlənmiş. Yo, mən içmişəm közlənmiş pomidor supu. Mən həmişə bunu pulu içmişəm. Közləmiş deyəndə, yəni digər pomidor supunda da pomidoru sobaya Yəni salırsan. eynən. Onu nəzərdə tutur da közləmiş. Yo, elə adamlar qızardır birbaşa soğan çay eləyir, sadə şəkildə eləyir. Hə, bütün pomidorları qoyan da var. Mən çörək ver də, bax. Suxarikdir bu, xahiş edirəm, çörək deyil. Közlənmiş Suxarik. toster. Arasına yaxın yeyin. Ola bilər. Yəni bunu içinə doğramayaq, üstünə yaxıb yemək üçün ola bilər. Davam eləyə bilməyəcəm. Əlimin yanına Niyə düşür. belə eləyir? Biraz Nə bilim. Hamısı məsuliyyətsizliyindən. Xatirə xanım Bəli. məsuliyyətsizdir. Özəlli yaş. pişəndə belə bişirir ha. Yox. Nə bilir? Zari və Xatirə ilə yarışanlar onunla yarışır. Yəni supu ki,
eləmədi. O səs gəlmədi. Şorba. Şorbanı üzr istəyirəm. Çirstəki pastaya vurulan bu o həmin sosdur. İçinə qabı qarışdırsan normal kıvam alır. Nə? Makarona qarışdırsan. Nə deyir? Aycan, dedim makarona qarışdırsaq yaxşı olur. Meyinin supuyla qarışdırıb normal qab. Neyin supu da çox durulmuş su kimi. Sən Qarışdırıb bu mən üçün üstümə demişlər. Belə hirsən. Mən son hiç oldu. Heç o. Qızlar, bir də Dolar. göstərək. Belə bir şeydir. Duru olsa dadlı olar ha sanki. Biraz yenə də turşdu mənə görə. Bu bir çörəyin sizə yaxırsan qəşəng. Qarmış Ne güzel oldu. Bunların var idi, niye giymirdin? Kızım bizim biraz açıq tonlarda giydim. Aha. Süfrəvə uyğun sanırlar. Hə. Melek. Ayşe Melek. Əsl gülüşmüşdü. O gülməyə aid editlər edirlər. Sağ ol. Beğendin? Çox bəyəndim. Nəyi? Amma heyf ki sən azramamısan. Nə şorbanı deyirsən? Yox, Sən pendir. pendir. Necə alışır? Xanlar şorba ilə bitdisə fikirləri alaq Mən şorbadan heç sonra. başlaya bilmədim. Maraqlı niyə? Mənə görə qatılığı dəhşət çox qatıdır. Köz pomidor supu çox içmişəm. Yəni qatı olan bir supdur ümumilikdə, amma belə qatı olan sup deyil. Ümumilikdə supa oxşamır, sosa oxşuyur. Bundan da əlavə mənə görə çox turşdur. Ona görə heç sup kimi içə bilmədim. Pasta sosuna oxşuyur daha çox. Biraz daha duru ola bilərmiş. Tamam. Buyurun. Əllərinə sağlıq. Mən dadını bəyəndim, amma qatılığı Nəcibə qoşduram ki, çoxdur. Biraz sosu andırır biraz. Amma dadı pis deyil, dadı yaxşıdır. Turşuluğu da məni narahat eləmədi. Yaxşıdır. Ac olsam içərəm. Mən göstərmək istəyirəm. Bitirmişəm. Baxmayaraq ki, çox qatı idi, həddindən artıq, amma mənim ağız dadıma uyğun idi. Turşuluğu falan məni heç narahat eləmədi. Ümumiyyətcə mən tomat şorbasını çox sevirəm. Düzdür, heç belə bir tomat şorbası içməmişdim. İlk təcrübəm oldu, amma bəyəndim. Yəni ağız dadıma uyğun idi, əllərinə sağlıq. Çox sağ olsun. Dad olaraq bəyəndim. Cüzi turşuluğu var, amma o məni narahat eləmədi. Biraz qatılığı var, hətta deyərdim çox qatılığı var. Düşünürəm ki, bu şorba biraz duru olsaydı lap bəyənərdik. Amma dad olaraq yəni yaxşıdır. Daha da yaxşı ola bilərdi duru olsaydı. Mən istəyirəm ki, şorbası barədə Xatirə xanım özü də biraz danışsın. Ümumiyyətlə bu şorba məhz közlənmiş pomidor şorbası duru olmur. Yəni qatı bir şorbadır. Reseptə tam uyğun hazırlanıb və dadı turşuluğu barəsində onu deyim ki, tomat şorbası turş olmalıdır. Çünki adından da bəlli olduğu kimi tomat şorbasıdır bu, yəni pomidor şorbası. Qatılığı yəni belə olur. Bunu suxarini ona görə gətirdim ki, sizə bunu belə yeyirlər. Göstərim sizə. Baxın, belə yeyirlər. Mən düz bilmişəm. Yəni ola bilsin bilmirsiniz. Biz onu elədik, amma ironiya ilə elədik də, yəni qatı oldu. Yəni ironiya ilə eləmisiniz. Əslində bilsəydiniz daha yaxşı olardı. İndi bilməməyiniz daha çox ironik oldu. Və bunu belə yeyirlər, dostlar. Amma tam sənə deyirəm, ilk dəfə hansısa şorbanı beləncə çörək batırıb yedik. Mən ancaq bunu pendir supunda o yeyilmə tərzini görmüşəm. Bir də maksimum soğanda eləyirlər. Pomidor da ilk dəfədir. Mənə turş gəlmədi. Amma hər ehtimala qarşı mən buna süd əlavə eləmişdim. Süd və yaxud qaymaq əlavə edirlər. Qatı olmasın deyə mən süd əlavə elədim. Qaymaq əlavə etsin, lap qatı olardı. Yenə də fikirləriniz üçün təşəkkür edirəm. Çox sağ olun, minnətdaram. Sağ olun. Təşəkkürlər. Mən şorba haqqında deyim ki, əllərinə sağlıq. Turşuluğu falan mənə görə turş daha öncə tomat supunu ümumiyyətlə sevməmişəm mən. Amma sırf turş olur deyə sevməmişəm. Yəni şorba kimi deyil də bir sıyıq kimidir.
Yəni başlanğıc olaraq şorba kimi təqdim edə biləcəyimiz bir şey deyil mənə elə gəlir. Yəni bir qonaqlıqda bunu tomat şorbası kimi təqdim edə bilmərik mənə elə gəlir ki. Amma dediyim kimi, yəni turşluq mənim ağız dadıma turşluq uyğun deyil, amma beləsinə dad olaraq mənim ağız dadıma uyğun olmaya bilər, amma belə ləzzətli bir şorbadır. Çox sağ olasın. Nuş olsun. Təşəkkür edirəm. Keçirik salata. Salatlara keçək. Amma sən də özün dadına baxdın, bir qaşıq baxdın dadına. Rəylərə nəsə cavab verə bilərsən. Ərzxan, buyurun, salat haqqında fikirlərinizi zəhmət olsa bölüşümüzlə. Bu salatın dadı mənə tanış gəlir. Səhv eləmirəmsə bayramlarda evimizdə hazırladığımız toyuq salatını andırır. Dadını bəyəndim. Sadəcə içərisində soğan məncə lazımdan artıqdır. O soğan aroması aşırı məni vurur, narahat eləyir. Amma mən bəyəndim. Sadəcə bir sualım var ki, niyə bunun adı toyuq salatı yox, incə salatdır? Nəyi incədir bunun? Harası incədir bunun? Hardadır burada incəlik? Bu salatın adı yoxdur əslində. Bunu resepti. Bunun adı mənə adi ad kimi vermişdi, qarğıdalı salatı, yəni qarğıdalı salatı. Amma qarğıdalı düşündüm ki, içərisində üstünlük təşkil eləmir. Ona görə onun adını qarğıdalı qoymaq olmaz. Və bütün içində olan inqrediyentlər proporsionaldır, düşünürəm. Heç biri üstünlük təşkil eləmir. Düzdür, soğan əlbəttə ki, ətri gələ bilər, o düzdür. Soğan sərt ətirlidir, tərəvəzdir. Amma ki, yəni belə düşündüm ki, adı incə olsun da. Niyə qalın yox incə? Həmişə incə olmaq istəmişəm. Travmalar. Mən bəyəndim. Dadı xoşuma gəlir. Kaş ki soğanı olmasaydı amma bu görə. Amma reseptdə soğan Soğana görə Soğan biraz adamı şeydir. O birisi dadları ala bilmirsən. Yaşıl soğandır bu arada. Yəni ağ soğan deyil. Yaşıl soğan mən çox sevirəm. Elə bildim ki, hamı sevər. Mən yenə bitirmişəm. Düzdür, baxmayaraq ki, çox az servis olunmuşdu mənə öz istəyimə görə, amma mən soğanın dadını hiss eləmədim, nə yalan deyim, hətta qızlar deyəndə şoka düşdüm, yəni soğan var bunun içində, bilmirəm, bəlkə soğanlı tərəfə mənə düşməyib, yəni həqiqətən hiss eləmədim, normalda mən soğan sevən doğrudan heç hiss eləmədim, hətta çox bəyəndim. Yəni əsas yemək olmasaydı və şirniyyat olmasaydı, mən bundan yeməyə davam edərdim. Bəyəndim. Əllər və sağlıq. Çox sağ ol. Arzusan da sağ ol. Bu qarğıdalı dediyini salat üstünü təşkil etmir. Onda gərək adını yaşlı soğan salatı. Çox soğanın dadı çox dəhşətli gəlir. Yəni ki, ona görə yeyə bilmədim. Ümumilikdə çox dadlı salatdır, çox bəyəndim. Normalda qarğıdalı narı belə sevmirəm, amma bunu yemək istədim. Sadəcə soğan məni vurdu. Amma ümumilikdə dadlı salatdır. Kaş soğan vurmasaydım. Həmən xanım, zəhmət olmasa salatla bağlı fikirlərinizi bölüşün. Ümumiyyətlə, mən salatlarda qətiyyən göy soğan sevmirəm, qətiyyən. Amma ki, yəni ümumilikdə dadı yenə də narahat eləmədi. Biraz göy soğan dadı iyi məni vurdu. Amma hər bir ərzaqlar baxırsan ki, miqdarında əlavə olunubdur. Yenə də düşünürəm göy soğan az olsaydı, məsələn bu salatda yemək olardı. Hətta nar biraz artıq olsaydı daha bir turş dadı verərdi, o da adama xoş gələrdi. Ümumilikdə göy soğan çıxmaq şərti ilə yaxşıdır. Bəlkə də az olsaydı daha ləzzətli olardı. Mən salatla bağlı demək istəyirəm ki, buradan çıxanda görüşəcəkdim kimləsə, onu iptal elədim, görüşmürəm artıq. Çünki cidden soğanın dadı məni çox vurdu. Amma digər ingredientlər bir-birlərini çox tamamlayıblar, çox ləzzətlidir. Eynən, mən bayaq onu demək istədim, üzr istəyirəm, sözümü kəsirəm. Buyurun. Tamamlayıblar bir-birlərini. Bəli, digər ingredientlər bir-birlərini çox tamamlayır. Hətta narı, həmən xanım da dedi, narın orada çox gözəl uyumu var idi. Çox bəyəndim o tərəfini. Sadəcə burada, yəni pozan soğan detalı idi ki, kaş ki soğan az vurardım. Ya da vurmazdım. Bəlkə də az vurmusan, amma bəzi soğanlar 3 dənə belə uzun, 3 uzun belə var ya, onların yarısını vurmuşam. Soğan da axı, soğan istərsəməz bastırır da. Bu çox şey gəlir, aromalı gəlir. Yaxşı soğanlar da hamısı gedir oradan. Yaman soğan. Yaman soğan da. Mən qızlara, mən yedim salatı, soğanı hiss elədim. Mən öncədən Ondan sonra gəldim burada yemədim da.
Yox, soğanı hiss elədim, amma mən yaşıl soğan çox xoşlayıram. Yəni bütün yeməklərin yanında yeyərəm də yaşıl soğanı. Ona görə mənim üçün bu belə bir şey olmadı. Çox güman ki bu ağız dadıdır. Yəni ağız dadı ilə bağlıdır. Mən sevdiyim şeyi hamı sevir məsələn. Bu borş deyil də, bu salatdır bilirsən. Yəni yaşıl soğan borşun yanında yeyərsən ləzzət edər. İşte bozbaşın yanında da yeyirlər yaşıl soğanı. Mən yarpaq dolmasını nəsə kim yəni. Hə, yəni ki mən qızlara haqq verirəm. Yəni burada oje yəni deyiləsi başqa söz yoxdur da, yəni. Haqq verirəm. Mən istəyirəm xatirə həmişə bizlə necədirsə, bizi necə qarşılayırsa evində bu gün də elə olsun. Gərginliyi çox hiss edirəm, aqressiv deyil. Başa düşürəm sən yorulmusan, amma istəyirəm ki, sən belə gülər üz görmüşəm. Zarafatlar. Özüm məcburmuşum bayaqdan. Temudan gələn xatirə. Özüm olsam hamımızı qovacam burada. Özüm ol. Nə deyirik ki biz yazırıq? Ay qızlar, özüməm vallahi yəni. Yeməklərin dadı yaxşıdır. Baxmayaraq ki, biz bu Vallahi menüyə özüməm. sadə dedik. Özüm deyiləm, Bəli. ayrıcınam da. Yatırsan. Çox üzr Gecə saat 4-də 4-5 arası yatıb səhər saat 8-də oyanmışam deyə. Biraz indi gəldi mənə yorğunluq. Əslində işləyəndə yorğunluğu hiss eləmirdim. O ki oturdum, onda hiss elədim ki, yorğunam. Hə, o biraz mənə əsniyə verir, amma üzrə hesab edin də. Mən bunun tamamilə əslində heç bir əlaqəsi yoxdur. Bizi güldürsən, sən xalını atıracaq. Gedirəm bir daha gözüm komon paltarını giysin. Hər kəs salatla barədə danışsa Arzu xanım da söz Arzu xanım da fikirlərini bölüşdüsə, keçid alaq peşəmel soslu Beşamel soslu krep sarma toyuq. Həvəslə gözləyirəm onu. Ay Allah. krepə sarımlı toyuq. Necədir Hər qonaqların ehtimal. fikirləri səncə? Nə təəssürat bağışlayır? Nəcibə çox sərtdir. Sərtdir. Mən ona qarşı elə deyildim, amma nəysə eybi yox. Digərləri Həmayil Arzu, Mehin. Yəni, məncə onlar hamısı haqqına deyirlər, yox. Soğan məsələsində biraz damaq zövqüdür. Soğan çox idi elə bir. Yəni zövqdən çox şey asılıdır da. Aha. Məsələn, mənim üçün okeydir o, amma indi qızlar üçün okey deyil. Onu hardasa başa düşdüm. Amma ki belə yəni tomat şorbasında onlar məncə yeməyiblər məhz elə şorbanı, ona görə bilmirlər. Çünki o suxarini batırıb yeyirlər ona. Ona görə mən suxarini gətirdim, o elə belə gətirməmişdim. Prosta mən çatdırmadım da deməyə başa düşdüm. Artıq onlar qərarlarını demişdilər. Mən oca çatdırmadım. Əynimi dəyişirdim axı. Bəli. Hə. Yəni ki bu pilavı da hər ehtimala qarşı eləmişəm ki, qızlar istəsələr yesinlər. Əlavə. Hə, əlavə istəsələr yesinlər. Belə. Ana yeməyimiz hazırdır orada. Qızmağı qoymusan. Hə, qızsın tam isti qaynar olsun ki, elə verim. Çünki onu başqa cürə versəm o heç mənası olmayacaq o yeməyin. Başa düşdün? Bəli. Nəzərinizə çatdırım ki, yemək hazır olandan sonra, ümumiyyətlə vaxt bitəndən sonra yeməyə toxunmaq və yaxud yeməklə bağlı nəsə hazırlamaq qəti qadağandır. Sadəcə bəzi sadəcə bəzi təqdimatı olan yeməklər var ki, misal üçün bunun üzərində olan pendir var ki, bu yerində isinib elə təqdim olunmalıdır. Yəni buna bir çünki o qalanda quruyur. Xırda bir müddət tanıyırıq ki, bu şəkildə qızdırsın 5-6 dəqiqəlik elə təqdim eləsin. Sizə beşamel soslu krep sarma toyuq yeməyini təqdim edirəm. Ümid edirəm bəyənərsiniz. Sualınız olsa hər hansısa bir cavablayaram yeməklə bağlı. Sadəcə qorxuram təqdim edim ki, dağılmasın. Gözəl görünsün şeydə. Çəngəlvi ver, dağılır çünki görmürəm deyə. Dadlı görünür. Çox sağ ol. Çəngəlini verə bilərsən. Aha, buyurun. Çəngəlsiz yeyilmir nəsə. Sevindim, meyim bəyənmədim. Ayten salatını yemişdi ama mecbur bunu da yemiş. Salatı yox, supunu içmişdi. Tatlı şorbasını. Göbələk xoşlamırsan mı? Yox. Ver, həmaylı. Bunu sevmişdi.
Amma Aytən pişirdiyi sütunu çox sevmişdim və ondan sonra Bu vaxtında deyin də arzuya. restoranlarda yemişdim. Heç çox dadı almırdı. Bu mən nə vaxt demək düşünürdüm? Sən mənim dostum olaraq bilməliydin. Niyə? Niyə bilmirsən? Niyə bilmirsən? Haytan supunu bəyənmişdim. Benim yadımda qaldı mənim. Həmay xanım, buyurun yemək haqqında fikirlərinizi bölüşün, zəhmət olmasın. Düşünürəm ki, sunumu daha yaxşı ola bilərdi. Məsələn, o tavanı bura gətirincə belə düzdür göstərmək lazımdır ki, nə bişirmisən, nə hazırlamısan, amma sunumunda biraz özənsizlik eləmisən. Həm salata da aiddir bu, yeməyə də aiddir. Yeməyin ümumi dadı, duzu yerindədir həqiqətən, çox bəyəndim. Sadəcə krep biraz bizim dildə desək fəsəli qalın olub. Daha nazik olsa daha yaxşı ola bilərdi. Biraz ağır gəldi. Bəlkə də indi salat falan yedik ona görə. Göbələk biraz mənə çox gəldi içərisində. Cüzi, toyuqdan azdır. Toyuqla belə bərabər deyil də, daha üstünlüyü təşkil eləyir. Dediyim kimi fəsəlisi nazik olsa daha yaxşı olardı. Amma qətiyyən məsələn duz əlavə eləmədim, istiot əlavə eləmədim. Çünki hamısı yerli yerində idi. Əllərinə sağlıq. Sağ olun. Təşəkkürlər. Arzu xanım, fikirlərinizi bölüşmək istəyirsiniz? Bəli. Mən yedim, çox bəyəndim. Dadı, duzu, hər şey yerindədir. Krepi də məncə mənə düşən hissəsi hətta göstərə bilərəm. Belə nazikdir, qalın deyil. Bəlkə də o kənarı düşüb həmaylı ola bilər. Yəni dadını çox bəyəndim. Ağır yeməkdir, okey, razıyam, amma əsas yemək olduğu üçün bu da problem deyil. Yəni belə bir qüsur tapa bilmədim açığı. Mən bəyəndim. Hətta bişirsən gəlib yeyərəm. Nuş olsun. Sonra? Təşəkkür edirəm. Bir də bunu əlavə edeyim, həm ailə qoşuluram. Təqdimatını kaş ki biraz fərqli eləsəydim. Məsələn, bunu lazanya kimi təqdimat eləyirlər. Yanında yaşıl yarpaqlar, biraz çerez, pomidor, ayrı-ayrı yadımdan çıxdı, almışdım. Gözümüzə oxşayardı, daha gözəl görünərdi. Amma dadı yaxşı. Bəli. Mehin xanım, siz yenə tərəfdən bitirmişsiniz deyəsiniz. Yox, bitirməmişəm. Göbədək var axı. Təqdimat söhbətində qızlara qatılıram. Nəinki bu yeməkdə, ümumiyyətlə süfrədən tut, salat və əsas yeməyə qədər yeməyi bəyəndim. Göbələk olmasına baxmayaraq göbələkləri kənara qoymuşam. Hə, ağır yeməkdir, amma məsələn bundan öncə sup və salat yeməsəydim bunu axıra qədər yeyə bilərdim. Çox dadlıdır. Krepin qalınlığı məni narahat eləmədi. Həmayla burada da qatılıram. Ümumiyyətcə indiyə qədər sup, salat və bu əsas yeməkdə, yəni bilirsiniz mən duz çox sevənəm. Heç birinə duz istiot əlavə etmədən hamısını yedim. Hamısı belə tam İllərin təcrübəsi belə xırda şeylərdə özünü göstərir, görsən. Tutarını. Tam belə tutmusan həqiqətən. Əllərinə sağlıq. Çox dadlıdır. Ən xoşladığım yeri bilsən haradır? Üstü pendir biraz yanıb. Onun dadı çox qəşəng gəldi. Çox bəyəndim orasını. Eynən. Buyurun Əzrə xanım, yeməyi. Mən yeməyi çox bəyəndim, çox dadlıdır. Sup salat olmasaydı axıra qədər yeyərdim. Çox ağır yeməkdir deyə. Düşünürəm ki, bunu ancaq nə vaxtsa başqa bir gün inşallah başqa dostlarından bizə sıra gəlsə, tək bişirərsən. Bu yox idi. Bu belə şey olmamalı. Tək bişirərsən gəlib yeyərik. Bandı. Burada həm elə qatıldığım bir məqam var ki, mənə də ya göbələk çox gəldi, bilmirəm ya o hissəsi. Toyuğu daha azdı, amma ümumilikdə dəhşət bəyəndim. Ləzzət. Bu arada toyuğun sinə ətindən istifadə eləməmişəm, dadlı olsun deyə but ətindən istifadə eləmişəm. Mən onu vurulmaq Əziyyət var, istədim. hiss olur, hər tərəfli əziyyət var. Çünki dedim ki, qızlar yeyəcəklər salatda sinə əti. Heç olmasa burada sinə əti yeməsinlər. Çox vaxtım da qalmışdı xatirə. Niyə heç bir təqdimat, bir özəl bir şey? Vaxtım qalmışdı. Vaxtım qalmışdı. Bir dəqiqə. Rəsul bəy deyir 2 saat tez bitirmisən işlərini. Biz düşündük ki, heç olmasa süfrəyə bir özəndən yanaşırdı. Süfrəyə niyə özənlə yanaşa bilmədim? Çünki mən Adlı yiyəli, yönlü, adlı Təşəkkür edirəm. Gəlməli idi, gəlmədi. Son anda dekor alınmadı. Məndə də alınmamışdı, amma mən gecə saat yatmayıb, səhərə qədər özüm bir şeylər hazırlamışdım. Ona görə də mən sənə 8 verdim canım. Çox sağ ol. Bugün onu gözləməm.
Yox, bu gün mən heç kimdən heç nə gözləmirəm. Yəni mən sadəcə bilirəm ki, siz ədalətli davranacaqsınız və mən də sizin indiyə kimi dediyiniz bütün rəylərə qoşuluram. Yəni belə demirəm ki, hə, yox, razı deyiləm. Belə bir şey demirəm mən bəzilər kimi. Nəysə, Kim ad çək? Ad çəkmə zaman. zarafat edirəm. Bir daha baştaki kıvırcıklarla. Yəni ki, qızlar, mən həqiqətən çox istərdim də qəşəng süfrə edeyim. Eləmədim, yavrum oldu. Nə bilim, mən sadəliyim. Biz siz əslində dedim ki, biraz sadə eləməyim. Bax, belə oldu söhbət. Fikirləşdim, bax, düzün deyirəm. Mənə göstərdiyi niyə tam eləmədin? şəffaf. Dedim ki, deyəcəklər ki, bunlar, qızlar. Buna bax, həmişə deyirsən ki, sadəli. Sənin süfrən sadə deyil. Niyə həmişə amma deyirsən, mən sadəliyi bəyənirəm? Bu qədər sadə də yoxdur. Hə, bilirsiniz. Ev gülləri dərmişəm, şamlar yeni ildən qalmış. Güllər Safetlər yeni qalmış. ildən. Sovetqan yeni ildən ya. Yeni ildən qalmadı, hamısını təzə almışam. Qabları təzə almışam, saçları təzə almışam. Hər şey təzə almışam. Yeni il deyəndə iyul aydı şey. Yeni il. Yeni ilə bax da. Hə, yəni ki, nə bilim, hə, belə oldu da. Pis oldum, düzür desəm. Pis olmaq lazım deyil, bunu hazırlaşmaq lazımdır. Gör nə qədər vaxtım var idi xatirə. Aynen. Nə qədər vaxtım var idi? Çox. Bizim yarış başlayandan Süfrələr daha gözəldir inan ki. Sən storylər paylaşırsan. Orada vaxtım çox olur. Burada vaxtım az daha qızlar. 2 saat vaxtın qaldı. 2 saat vaxt qalır. Orada Yer materialı. məsələn mən qonaq qarşılayanda dünəndən hazırlaşıram. Mən axşamdan hazırlaşıram. Soyuq gələn İndi mən sənə bir şey deyim. Sən niyə günündə bir gün qalmış hazırlaşmağa başladın? Ümumiyyətlə Bu hazırlaşmamışam. bizə verdiyin dəyərdirmi? Xatirə Sizə xanım verdiyim dəyər yeməklə ölçülmür canım mənim. Aha, Sən biz yeməklə nəyle ölçürsən, yeməklə. En azından evimə gələn qonaqlara belə qəşəng özənli yanaşmaq. Özəlli yanaşmışam. Mən nədir də qabağınıza nəsə. Hətta Xatirə xanım bu yeməklərin heç birini əvvəlcədən məşq eləməyib. Çünki bayaq mətbəxdə dedi, mən Nəzibə kimi bir ayda hazırlaşmıram deyir. O təcrübəsinin verdiyi bir şeydir. Amma süfrə başqa bir şey. Hətta dedi Nəzibə bütün nəsil əqrəba qohum hamı kömək edib, mənə heç kim kömək eləmir. Mən heç kəs kömək eləməyib. Kameralar açıq idi çəkəndə. Yox, elə mətbəxdə yox, mətbəxdə zaten Əvvəldən icazə əvvəl yoxdur. məşq eləmiş. Əvvəlcədən. Bəli, hər şey YouTube-dan da götürüb özüm təcrübəsiz. eləmişəm. Heç kəs kömək eləməyib mənə. Yalansın. Bu arada Mehin hələ də yeyir. Deyilənə görə Mehin hələ də yeyir. mən üstü burasını bəyəndim. Deyilənə görə yəni- Nəzibə süpür içirəm. Düzdür, mən razıyam. Yəni ki, daha yaxşı əlbəttə ola bilərdi, daha gözəl ola bilərdi. Sadəcə olaraq niyə olmayıb belə doğru? Oğlum yox idi. Belə. Neysə. Tamam, keçirik. Yox. Rəsul bəy. Yemək haqqında mən də fikirlərimi deyim ki, mən də çox ağır yemək kimi gəldi, amma ləzzət olaraq ləzzətli idi. Sonradan elədim, hər ehtimal Hə. dedim, bir dənə qızlar istəyər. Qarnişsiz gedən yeməkdir əslində. Bunun yanına sadəcə elə dediyi kimi biraz nəsə yanına yaşıllıq olsaydı. Almışdım, bazilik almışdım, yaşlı reyhan almışdım. Eynən çox maraqlı olardı. Yağ limon sosu ilə beləsinə bir yaşıllıq qoysaydı, yanına Öldürərdi. öldürərdi, bastırardı bu ağırlığı. Eləsən daha ləzzətli Təqdimat olardı. hazırlamayıb, qaldı ki, yaşıllıq hazırlasın. Təqdimat üçün deyirəm, elə yanına yaşıllıq kimi çerpan. Çeri kondorun bizə çox görüb. Çox ləzzətlidir. Bir də sırf toyuğun bu dibi işlətməyi çox yaxşı olur ki, gözəl detaldır ki, toyuğun filesi ilə eləməyib, yəni də şəkli ilə eləməyib. Toyuğun bu dibisi daha ləzzət qatıb buna. Göbələk mövzusunda deyim ki, göbələyi biraz az olsaydı daha gözəl ola bilərdi. Çünki göbələklərin hamısı tam ölməyib. Xırt-xırt eləyir. Amma belə dadı, duzu olaraq əla, çox bəyəndim, xoşuma gəldi. Yenə olsa yenə yeyərəm. Təşəkkür edirəm. Nuş olsun. Çox sağ olun. Mat gördük. Babam Bunun təqdimat şeyini götürmüşdüm. Qaşığını amma hara qoydum, yadını tapa bilmirəm. Ona görə bu ilə təqdim edirəm. Belə bir şey. Bəlkə zəhmiraq görək sardan gör. Bir dənə saç. Xatirəm, mən tiramisu sevmirəm. Bu dadlı olsa ha, sənə halal. Zəhmət olmasa qablarınızı verin. İnşallah bəyənərsiniz qızlar. Yəni, Mənə çox az qoyarsan. Çin də, Çünki- bunlar çelə Çin? biraz allergiyan Məncə var. qaşığımsıdır. Xatirə o qaşıqla. tiramisu belə təqdim olunur qızlar. Yəni Hər şeydə bir cavabı var ha. Bu belədir. Xəşilimsi.
Həqiqətən. Tiramisu getmirəm. Tiramisu yeməsək. Getmirəm. Jelemisu. Aşınmamış tamam gözlə. Eşlimsu. 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 Necə sənə yanaşmısan hər şey var. Ben şimdi neyim? Bu kimindir? Nənə babadan, baba nənədən. Adam bir ayrı çəngəl gəlir. Sevgi. Axırda tur. Hər an öz çəngəli ilə. Sen gel buraya. Sen yaxşı da savaşmış. Muhtaçsın yani. İçeride çalkalamadı, onsuz xərclədi. Beton qarşılanmaz. Bir kan verdi, evet. Bu qaşıq şeydir, bu kotlet satıyor. Ay valla çengelin ucunda krem uçtu. Herkese salfet var. Salfet var. Kımıcı çatlet kalmaydı. Çengelin ucunda krem yukarı düşürdü. Bir nəfərə necə ləzzət eləyir? Necə ləzzət eləyir? Yerdə deyil. Yaxşı olacaq artıq. Ne oldu? Ne oldu? Ne oldu ben? Bəli, Əman xanım. Nəsə demək istəyirdiniz? Bunun içində pendir kimi bir şeyler var. Pendiri oradan gördüm. Pendir yok idi, sen kesmi kimi kesmi. Kesmi değil, Qaymaq. qaymaktır. Yok, kırıntılar var eba. Şokolad Şokolad. kırıntılardı. Ak şokolad. Ağ şokolad. Pendirə. Keçi pendir. Aşırı şirindi, aşırı. Şirin gibi. Gülüşüm yaptılar. Şeydə heç kimin ağlına gəlməmişdi. Qəribə dadını Mən tuta tuş bilmirəm. Ağ şarabın da bu. Hı? Məncə. Ağ şokolad Nerede tatlıdır, adın mən istəyirsən? xoşlayıram. Aşqala tuşları. Yox, qəribə bu. Çiyələydi. Turşluq da var ha. Belə ora ümumiyyətlə deyəsən. Yox, mən sən dedin. Mən zarafatla deyirəm. Yox, bilmədiyim üçün yeməmişəm çiyələkli tiramisu. Valla Mən də yeməmişəm. ilk dəfədir. Mən fikrimi deyə bilərəm. Əlbəttə, buyurun. Bitirmisiniz? Yox, bitirməmisiniz. Bəli, buyurun. Mən təəssüf ki, bəyənmədim. Səbəbini açıqlamaq istəyirəm. Tiramisu yemişəm. Çox da sevirəm. Sevdiyim bir şirniyyatdır. Birincisi çox dağınıqdır. Belə əslində tiramisu yəni bu qədər dağınıq olmamalıdır. Çox şirindir. Həddindən artıq çox şirindir. Yəni 2 çəngəldən sonra artıq yeyə bilmədim. Çox təəssüf bəyənmədim və yeyə bilmirəm. Necvə xanım, buyurun. Mən də bəyənmədim. Tiramisu sevmirəm ümumiyyətlə. Çörəkli tiramisu olanda sevindim ki, ən azından yeyə biləcəyim bir şirniyyat olacaq, amma nəsə bəyənmədim. Qəribə bir dadı var, tuta bilmirəm ki, o nəyin dadıdır. Onun xətrinə 1-2 qaşıq aldım yeyim. Dəhşət şəkərlidir, yəni çox şirindir. Özü bir neçə şirinimsi dadı var, o qarışıb ki, ümumiyyətlə vurdu məni. Belə. Təşəkkür edirəm. Qarşılığına bir şey deyə bilmərəm. Belə desertlər var. Bəlkə dedim bu onlardan da, amma tiramisu nəzərə alıb deyirsənsə, hə, düz deyirsən. Tiramisu bu qədər dağınıq olmur. Bu qədər. Mən də təəssüf ki, bəyənmədim şirniyyatı. Çünki həddən artıq şirindir. Ümumiyyətlə mən tiramisu sevmirəm, amma düşündüm ki, bu vətənində bir dəfə yemişdim, çox bəyənmişdim orada. Düşündüm ki, elə bir şey Neçə olsun, olar. nə var demişdiniz? Mən Romada yemişdim. Romada yemişdiniz, bəli. Hə, fikirləşirdim. Hardadır ki, o kafe?
Biz də Adım deyim, reklam. Azərbaycan. Targovdadır. Yox, Romadadır. Hayır, bir de Roma kafe deyirsiniz buralardadır. İnşallah gedərik bilmirəm, Hə. maraq olma. Düşündüm ki, elə olsa daha Gedəcəyəm. ləzzətli olar, xüsusən də kremi. Həddən artıq şirindir. Ümumiyyətlə, nə tiramisu kimi tiramisudur, nə başqa şirniyyat kimi şirniyyat heç bir cəhətdən bəyənmədim. Kaş ağ şokolad içərisində olmazdı. O da həddən artıq ona çox şirinlik verir. Belə, təəssüf ki, alınmayıb və görüntüsü də heç xoş deyil. Təklə pişir. Teşekkür ederim Əməl xanım, Arzu xanım buyurun. O şirinliyi ilə razıyam. O şirinlik hətta adam boğazını yandırır biraz o dərəcədədir. Belə yeyiləsi deyil desəm yalan olar. Yəni çayla içə bilərəm, az-az götürüb, amma belə konkret belə hamısını belə götürüm ürəklə yağlı yeyim, elə deyil. Görüntüsü də ürək açan deyil. Heç nə deyil də. Çox şeyləri dadlıdır. Mayədəki kimi. Amma Mən şirniyyat Sən olaraq çox içirsən, sana son 2 verilişdi, nəysə. Mən şirniyyat olaraq kimi deyim ki, mən də şirniyyatı heç bəyənmədim və heç ağız dadıma uyğun deyil, heç sevmədim. Amma mənə elə gəlir ki, $7 verəydiniz, ona axıra kimi baxaydınız. Mövzu nədir xanımlar? Mövzu nədir xanımlar? Deməli, Xatirə xanımın desertin reseptini başlayıb videodan, Instagramdan baxıb orada xanım deyib ki, bundan sonranı kanala abunə olun. Yəni miqdarını falan filan orada hamısını deyəcəkmiş. Girib abunə olmağa görüb $7 deyə olmayıb. Elə bura qədərini öyrənib, elədiyi bura qədərdir. $7 sonranı öyrənmir. Dəyməzdi biz $7 xatirə. Mən elə gəlir ki, orada $70 da dəyər. məsələ bizə nədir? Mən deyirəm ki, bəlkə $7 ona versəydin, qız qayıdıb deyəcək ki, indiyə qədər elədiklərimizi atırıq qırağa, təzədən başlayırıq. O qadına baxmayın. Yəni yolda Özün bəyəndin xaç. düzün desəm, yox bəyənmədim. Bizim ağızlarımız oxşuyur səndən. Birincisi tuş məni çox vurdu. Mənə tuş vurur, sizi şirin vurdu, mənə tuş vurur. Amma şirinliyi də çoxdur, düzdür. Xəşli olma temasında ümumiyyətlə tiramisunu belə qablarda təqdim edirlər. Sadəcə mən düşünürəm ki, mən yanlış qab seçdim. Nəyə? Çünki qab avaldır, aval qabdır. O biraz dik qab olmalıydı. Bahalı restoranlar. Mən bəyənməmişdim. Hə. Bəli. Yəni razıyam qızlar, mən də bəyənmədim. Nə olmuyor? Niyə belə olmuyor? Kişilər də şəkərbandan paxlava yeyir. Vallahi da. Sən bizə piraşki bişirərdin. Oyla da bağlanardı. Burada mən mumu konfeti görürəm. Bəsdir də. şirniyyatla bağlı hər kəs fikrini dedisə, keçid alaq, səs verməyə. Verilişin ən maraqlı anı xanımlardan xallarını yazmağını istədik. Sansı mahnı düşdü. Hansı? Ürəyim tup-tupdu indi. Kafedə birdən. Nəsə oldu buna? Nəsə oldu? Buna nəsə oldu? Buna nəsə oldu? Yaşımızı bəlli elədik. Onu danışmışıq bayaq mətbəxdə biz. Görürsünüz, təcrübə ilə deyil. Hər kəs halını yazdığına görə başlayaq elə Həmay xanla. Həmay xan buyurun. Az çəkinmə. Nağıl yazmışam bura. Mənim ümumi balım 6-dır. Daha çox vermək istəyərdim. Bugün həqiqətən bura gəlmişdim ki, xatirə bilirəm ləzzət eləyəcək. Hamısının qarşılaması, süfrəsi falan. Hətta 8 ağımda tutmuşdum, amma süfrə ilə təqdimatlar biraz mənə imkan vermədi ki, o balı verim. Amma ki, məsələn, burada şorbanı bəyəndim, salatı, soğan mövzusuna görə bir bal verdim, əsas yeməyi bəyəndim, baxmayaraq ki, məndə krepsəsi biraz qalın düşmüşdü. Ümumidəki, məsələn, qarşılamağın, eləməyin, gülərizliyin əlavə biri oldu. Və ümumi 6 bal, yeməklərin dadı ləzzətli idi, təqdimatların yaxşı olmasa da, bir də ki, süfrə bəzəyində biraz digər günlərə nisbətən yaxşı deyil idi. Amma ümumi gülərizliyin üçün çox sağ ol, əziyyət çəkmişdim. Bir də həqiqətən yeməklərin dadı ləzzətli idi. Çox sağ ol, Həmayal, minnətdarım. Xoş əllərinə sağlıq. Sağ ol. Sonra? Arzu xanım buyurun.
Mən də 6 balla qiymətləndirdim sənin bugünkü qonaqlığına xatirə. Deməli, ən bəyəndiyim əsas yeməyin oldu. 2 balla dəyərləndirdim. Şorbana 1 bal verdim, qatılığından 1 bal qıraraq. Salatını çox bəyəndim. Oradakı o soğan, yaşıl soğan detayını göz ardı elədim. Çox sağ ol. Daha sonra dekor biraz sadə olsa da qarşılamanı nəzərə alıb 1 xal burdan verdim və ümumi sənə balım 6 oldu. Çox sağ ol Arzu, İnşallah çox ki, sağ razı ol. qalarsan, Mənə də birdən bir ədalətli verəsiniz. qəbul Yaxşı qutardım. Bəli, artıq 12 xalınız var. 3. Bu gün mətbəxdə Xatirə xanım demiş ki, ən az xal gözləyirəm Nəcibə və Mehindən. Mən bilmirəm Xatirə niyə belə düşünür ki, mən az xal verərdim. Əksinə düşünürəm ki, bu komandada hamıya yetərincə yüksək xal vermişəm. Həmçinin hal-hazırda Xatirəyə də 5 xal. xalım 5-dir. Bunun da səbəbi süfrə və təqdimat mənim üçün çox sıfır idi. Ən son bu şirniyyat təqdimatından sonra ekstra mənim üçün sıfır idi. Bunun səbəbi nədir? Mən həqiqətən səndən gözləntim çox yüksək idi. Yəni bu komandada ən yüksək belə deyim, həm süfrə, həm yeməklər, həm təqdimat səndə çox yüksək idi. Çünki düşünürəm ki, sənin təcrübən bu süfrədə olan hər kəsdən daha çoxdur. Sanki daha özənsiz yanaşmışdın, ya ciddi almamışdın. Ona görə onlara 0, salata 2 vermişəm bəyəndiyim üçün. Əsas yemək 2, şirniyyat 0, şorba 1 və 5 vermişəm. Əllərdə sağ. Yadımdan çıxıb ki, sən dekor Göz zövqü. gözüm. Bəli. Bəli. Təşəkkür edirəm Mehin xanım. Mənim xatirəyə balım 5. Bu balı amma şişirdərək verdim. Yəni bəlkə sən olmasaydın, yerində başqa bir insan olsaydı daha az ola bilərdi. Həqiqətən çünki səndən gözləntim dəhşət çox idi. Kalkulyator bir dəqiqə aydan eləyəcəkdi. Deməli, çox idi gözləntim həqiqətən. Kaş öz bildiyin milli yeməklərə, öyrəşdiyin yeməklərə qatsaydın, təqlidlik etməməyə çalışsaydın, təqdimatlara özən göstərsəydin, süfrəyə özən göstərsəydin, saya biləcəyim çox şeylər var. Verdiyim xallar sayın, o daha az. Sayma da bilmirəm. Sayma. Seyrdə yemək 5 çox. Şorba mən əslində yeyə bilmədim. Gördükcə gör. Şorba mən əslində yeyə bilmədim, amma düşündüm ki, mən turş sevmirəm deyə bəlkə ona görə onun dadını sevmədim. Ona görə oradan tam 0 xal vermək istəmədim. Ora 1 verdim. Salatda həmçinin soğan mənə çox vurdu, amma ümumilikdə yeyilə biləcək soğanın olmamağını düşünərəkdən ona da 1 xal verdim. Ana yeməyini çox bəyəndim. 2 xal və qarşılaman və sənin o gözəl gülər üzlüyün üçün. Sağ ol canım mən. 5 xal. Nəcibə xanıma da xalı üçün təşəkkür edirəm və ən sonda mən xal verəcəm. 5-ci iştirakçının evində inşallah. Niyə qorxursun? Baxın. Hətta sən 15 də versən mən qutarmayacağam. Ümumi olaraq Xatirə xanım verilən xallardan razısınızmı? Razı deyiləm. Yəni ki, razıyam, nə deyə bilərəm. Məncə ədalətli verdilər, hər bir şey ədalətli elədilər. Yəni nəyə bəyəniblər, çıxıblar, üstə gəliblər. Yəni hesablayıram, beynimdə axtarmağa çalışıram. Kök altına salmışdı. Sadəcə Nəcibə mənə dedi ki, şişirtdim, bilməm nəyə şişirtdim. Ebi yoxdur, nəysə. Xatirə, mənim maraqlıdır. Məsələn, sən olsan neçə verərdin? Mən olsaydım, bilmirəm. Belə baxanda mən şorbamı bəyəndim, salatımı da bəyəndim, istəyimə mən desertdən çıxardım, bir də dekordan çıxardım. Çox güman ki, desertdən çıxardım, dekordan çıxardım. Yəni belə bəzi orada təqdimatdan çıxardım. Çox güman ki, 6 verərdim özümə. Məncə siz də elə ədalətli vermisiniz. Heç nə belə bilsəydim mən milli yeməklər hazırlayardım. Kaş milli yeməklər. Mən dedim ki, deyəcəklər ki, milli yeməyi hansısa bu bilir də. Elə fikirləşdim. Gəlsin dostlarım. Amma yenə də yeməklərin dadlı idi. Yəni dadsız demir. Sadəcə təqdimat. Çox sağ ol Mehin. Düz deyirsən. Bizə çox sağ olun necə deyir də. Çox sağ olun Mehin. Çox sağ olun.
fikirlərin hamısıyla tamamilə razısınız? Yəni sizə elə gəlmir ki, kimsə sizə haqsızlıq elədi? Sadəcə mən bilsiz nəyi xoşlamıram? Minnəti heç sevmirəm. Yəni əgər nəyisə qiymətləndirmə olursa, minnətsiz olsa belə, yəni mən məsələn Nəcibə ki, şirtdim verdim. Yəni biraz minnət qoydu mənə. O biraz mənim xoşuma gəlmədi. Amma görürsüz məsələn indi qızlar da düzdür, Mehin də 5 verdi. Mehin də gedəcək inşallah. Görərik necə olacaq. Yəni demək istəyirəm ki, şirtmə nəyə görə şirtdir? Məncə necə rəqəmlər qızlardan da hətta az verir. Yəni rəqəm şirtdir hətta. Yəni mən yenə də yəni, özüm olsaydım, yəni şişməsəydim 3 hətta 4 belə verə bilərdim. Amma dedim ki, onsuz artıq qalib şeyində deyilsən deyə. Yəni heç 3 insan o halda verər ki, o ac qalar. Yəni ac qal. Mən heç nə yemədim. Mən ac yemədim, yox, çox ağır gəldi, ürəyim bulandı. Digərlərindən qarışdırdığımı bilmirəm. Yəni mən hal-hazırda acam, çıxıb buradan yemək yeyəcəm. Amma mən şokdayam mən həqiqətən. Necə o yeməklərlə, yəni o qədərmi bərbad idi yeməklər? Mən həqiqətən dəhşətli bərbad deyildi bəlkə kiməsə görə, amma mənim ağız dadıma uyğun olmadığı yəni, üçün. sən burada ac qalmağın mənə çatmır. Yəni deyirsən acam bu. Yəni kadrlara baxanda görəcəksən ki, mən heç nə yemədim. Yəni bu sənin öz seçimindir də. Sən yemək istəmirsən. Yəni də mənim də ağız dadıma uyğun olaraqdan əgər tam olaraq istədiyim xalı versəydim 3 verərdim. Amma onsuz bildim ki, hər kəs az xal verəcək. Artıq qalib siyasında onsuz olmadığım üçün dedim ki, qəlb qırmaqdansa elə 5 verim getsin. Şirtmək onu nəzərdə tutmuş. Bu arada Xatirə illərin təcrübəli bir evdar xanımı olaraq burada məncə dördümüz də sən qədər təcrübəli deyilik. Və bu 4 xanımın içərisində artıq sən qaliblər siyasında deyilsən. Mən veriliş başlayanda da dedim ki, Xatirə qaliblər siyasında deyil. Demirsən? Demişəm. Deməli, onda hazırlıqlı gəlmisiniz də ki, hər şeyə bir şey yaraşdırdın. Mənim üçün bu oyunda qalibiyyət o qədər də belə həyati bir məsələ deyil. Həyati bir məsələ olmasa belə yarışdır da. Yarışdır. Hər yarışda insan qalib olmaqda, uduzmaqda bacarmaq. O sözsüz. Hə, yəni indi bu o demək deyil ki, sənin bildiyin mövzudur. Mən bildiyim mövzudur, amma yeməkləri ilk dəfə bişirirdim. Çünki mən istəmirdim mən o təcrübəli qadın kimi çıxış edeyim. Mən dedim ki, qoy ilk dəfə heç mən bu yeməklərin heç birini bir dəfə də olsun yoxlamamışam. Mən sizin leveldə qatılmışam bu. Sizin səviyyənizdə qatılmışam. Yəni sizə uyğun. Sizə uyğunlaşmağa çalışdım. Bilsəydim uyğunlaşmazdım. Elə bildiyim yeməklərlə gedərdim. Kaş ki bildiyim yeməklərlə gedərdim. Kaş ki bizə uyğunlaşsaydın, onda 8-9 alardım. Hə, kəşke, amma hamı mənə onu dedi. Hamı hətta həyat yoldaşım dedi ki, bildiyin yeməkləri elə, milli yeməkləri elə. Ona da qulaq asmadım. Hər zaman kimi ona qulaq asmadım ki, peşmanım. Elə. Başqa demək, yəni siz bunu daha öncə Həmail xanımın və Nəcibə xanımın evində olan yeməklər var ki, yəni sizə uyğunlaşmaq, çalışmaq deyəndə nəyi nəzərdə tutursuz? Yəni daha aşağı olan bir yemək kateqoriyası seçmişlər. Yox, təcrübəsizliyi nəzərdə tutum. Yəni bu yeməklərdə mənim heç bir təcrübəm yoxdur. Yəni eləcə də məsələn qızlarda təcrübəsizdirlər yemək bişirməkdə. Bu təbii ki pis bir şey deyil, axı insan öyrənir yavaş-yavaş. Yəni mən də onların demək olar ki onlarla eyni şeydə olur. Mən demək istəyirəm ki, aşağı tərəfə düşdünüz də, yəni. Aşağı düşdüm. Əlbəttə ki, yuxarı qalxmadım. Amma aşağı düşdüyünüz insanlar sizdən qat-baqat çox xal alıblar. Bəli, onlara da çox xalı mən vermişəm. Demək olar ki, yəni belə, heç nə demirəm. Belə. Eyb yox. Nə deyə bilərəm ki? Deməli, buradan nə nəticəyə gəldik? Mətbəxdə nə qədər təcrübə olması lazım deyil, əl ləzzəti və süfrəyə təqdimat lazımdır. Bəli. Xalları bunun əsasında qazanırıq. Məncə Xatirə bu gün bişirdiyi yeməklərin, yəni menyu eyni ilə qalsaydı, sadəcə biraz özənlə hazırlaşsaydı təqdimatına, biraz fərqli üslubda təqdim etsəydi, məsələn boşqabınıza biraz göz oxşayan şəkildə gəlsəydi, məncə qiymətlər daha yüksək ola bilərdi. Bəli, mən onda 8-9 xal mütləq ki verərdim. 8-9, 5-dən 8-9-a çıxardım sən də dekora görə. Dekora görə. Onun göz zövqü, yenə də mənim göz zövqü. Vallahi, yəni ki, ayrıca bu desert çəngəli deyil. Yəni mən yeməklərin dadını, duzunu, hər şeyini bəyəndim. Bir dənə desertdən başqa. Dad olaraq Təqdimat və süfrə özənli olsaydı 8-9 gəlirdi. Nə gəlir? 6 1 xal artır, ya 2 xal artır.
3-4 kal, yəni 4 artıq kal. da. Və nəzərə alsaq ki, yemək ləzzətlərini Təqdimat. bəyənib. Yəni kotlet boş kotlet qaşığı ilə də yəni. Dedim axı mən onu tiramisu yəni götürəndə hara qoydum etmərsən tapa də. bilmədim, başa düşdün? O artıq mənim problemim deyil. Əlbəttə, yəni amma yenə də deyirəm ki, yəni onu mən o ilə götürməyəcəm. Sadəcə olaraq düşündüm ki, nə ilə mən bunu götürüm və yəni nəticə etibarilə belə bir şey alındı, təəssüf ki. Amma yenə də deyirəm, sizə də izah elədim. Axı onu götürdüm, hara qoydum? Bura biraz dağınıqdır. Yəni nə olsaydı siz 8-9 verərdiniz ki, mənim maraqlıdır. Deserti dadlı olsaydı, Təqdimatı da yaxşı olsaydı, Bəs məndən ucuz deyirəm. verərdim. Mən də onu deyirəm. Axı desert mən deyirəm ki, eyni menyu Eyni olsaydı, şey. Eyni menyu, yeməklər təqdimat, eləsək, dekor sadəcə olsaydı, təqdimat, dekor 8 fərqi verərdim. olsaydı. Desertdən 2 çıxardım. 8 verərdim. Yəni desertdən 2 çıxacaqdım, 8 qalacaqdı. Bu qədər. Nələr dəyişsəydi Necvə xanım, siz nəyi dəyişərdiniz? Mənim üçün dəyişiləsi çox şeylər var idi. Yenə deyirəm, kaş bildiyi yeməklərdən gedərdi. Mən Xatirənin qrupda olduğunu bildiyim üçün çox hazırlaşmışam. Özü mənim dilimdə doluyur. Hazırlaşdı. Mən Xatirə xanımın burada olduğunu bildiyim üçün çox hazırlaşırdım. Bilirdim ki, yaxşı yeməklər hazırlayacaq. Kaş heç özümü yormasaydım. Demək ki, sən niyə mən Əziyyət burada o qədər çəkməsəydim, insan var. Bu qədər insan var. Yenə Yəni, gözəl bir niyə şey mən- çıxaracaqdım ortaya, amma Hər şey qaydasındadsa Bəli. biz gedirik yemək yeməyə buradan çıxanda inşallah. bəli. Təşəkkür edirəm. Bəli, bu gün Tomatos qonaqlıqda verilişinin 3-cü bölümündəydik. Xatirə xanımın evində qonaq olduq. Növbəti inşallah Arzu xanımın evində qonaq olacağıq. Görək riskli Hansı- yeməklər eləyəcək, yoxsa risksiz. Siz də kanala abunə olub rəy yazmağı unutmayın. Siz də öz qalibinizi rəylərdə seçə bilərsiniz. Növbəti həftə görüşənədək. Sağ olun. Sağ olun. Əlim yox.